Salam əziz kanal izləyiciləri, bu gün sizinlə könül müəllimədir. Bu videomuzda iyul 2026-cı il tarixində keçirilmiş 1-ci və 4-cü qrup üzrə fizika fənnindən imtahan suallarının həllərini izah edəcəm. İmtahanda neçə bal topladığınızı bizimlə də bölüşə bilərsiniz. Nəticəsi yüksək olan hər bir kəsi ürəkdən təbrik edirəm. Nəticəsi istədiyi kimi olmayanlar isə qətiyyən ruhdan düşməsin. Düzgün proqram və müntəzəm hazırlıq ilə cəmi bir il ərzində fizika fənnindən maksimum nəticə əldə etmək mümkün olacaqdır. Əgər siz də yüksək nəticə qazanmaq istəyirsinizsə, o zaman hazırlıq qruplarımıza qoşulmaq üçün qeydiyyatdan keçməyə tələsin. İndi isə imtahan suallarının həllərinə baxaq. 31-ci sualda Elirvin diaqramda uyğunluğu müəyyən edək. Akseptor və donor. Biz ümumiyyətlə bilirik ki, bu 18-ci dərs olan müxtəlif mühitlərdə elektrik cərəyanının dərsidir ki, bilirik ki, hansı hissəsidir bu yarım keçiricilər. Yarım keçiricilərin iki növü var. Məxsusi və aşkarlı keçiricilər. Məxsusi odur ki, orada elektronları ilə deşiklərin sayı bir-birinə bərabər olacaqdır. Amma aşkarlı odur ki, onun iki növü var və bir növü akseptor, digər növü donordur. Əgərlərim akseptor deyəcəksə, bax, bunu deyimlə hansı sözə görə yadda saxla. Akseptorda P-ni görürsənmi? Bil ki, bu P tip keçiriciliyinə malikdir. Donorda isə N varsa, bil ki, bu N tip keçiricilərə malikdir. P tipləri elə deşiklər kimi qəbul edə bilərik. Yəni, P tip bərabər deşiklərə. N tipi isə elektronlar kimi qəbul edə bilərik. İndi belə baxırıq. Əgər P tip deyəcəksə, buradakı əsas yük daşıyıcılar deşiklər olacaqdır. Yəni, hansılardakı əsas yük daşıyıcılar olacaqsa, o zaman onların sayları digərindən böyük olacaqdır. İndi dedik ki, əsas yük daşıyıcılar deşiklərdirsə, deməli, deşiklərin sayı elektronların sayından çox olacaq. Həmçinin biz bu ifadəni konsentrasiya ilə şamil edə bilərəm. Yəni, deşiklərin konsentrasiyası elektronlardan daha çox olacaqdır. Keçdik indi N tipə. N tipdə isə əsas yük daşıyıcılar elektronlar olacaqdır. Ona görə də belə qəbul edə bilərik ki, elektronların sayı deşiklərin sayından çox olacaq. Və yaxud da elektronların konsentrasiyası deşiklərin konsentrasiyasından daha çox olacaq və bunlara uyğun olaraq indi buradakı deyilən variantlara baxırıq. Birinci şərtdə deyir ki, yarımkeçirici kristalda sərbəst elektronların sayı artır. Ümumiyyətlə, artım harda varsa, baxın görün, hansıların sayı çoxdursa digərən, deməli artımı o ifadəyə yazacaq. Yəni elektron artırsa, deməli elektron görəm harda daha çoxdur deyil. N tipdə. Deməli, bu birinci şərt gedir donora. Yəni, elektrona gedəcəkdir. Sonra ikinci şərtdə. Yarımkeçirici kristalda deşiklərin sayı elektronların sayından çox olmasıdır. Deşiklərin sayı elektronların sayından çox olmağı bu dedik ki, nədir? Akseptora uyğun gəlir. Yəni, ikinci şərt gedir akseptora. 3-də. P tip yarımkeçiricinin yaranmasının səbəbdir. Nə dedik? P tip akseptordur. Deməli, bu üçüncü şərtimizi buraya yazacağım. 4-də N tipdir. N tip dedik donora gedəcəkdir. Və 5 isə nədir? Yarımkeçiricidə elektrik müqaviməti azalır. Ümumiyyətlə biz demişdik ki, təkcə metal rezistor, yəni bax bu müqavimət təkcə bu temperatur ilə düz asılı idi. Qalan nə ifadə görürsənsə, elektrolit olsun, yarımkeçiricilərin hansı cihaz olur olsun, fərqi yoxdur da. Yəni hamısının müqaviməti temperatur ilə tərs asılı olacaqlar. Bax, misal üçün götürürəm, termistoru götürürəm, termistorun sxemi belə. Yəni, bunu versə, bunun müqaviməti, termistorun müqaviməti temperatur ilə tərsdir. Misal üçün, temperaturunu artırsan, termistorun müqaviməti azalacaq. Və yaxud da fotorezistor hamısının müqaviməti temperaturla tərs asılı olacaqdır. Yəni, bu ifadə 5-ci şərt, bu da yarımkeçirici olduqlarına görə hər birinin ortağına uyğun gələcəkdir. Belə bir variantlar tapırıq, baxaq görə hansılardır. Birinciyə 2-3 şərtini tapmışam. İkinciyə 1, 4, üçüncüyə isə 5 uyğun gəlir. 2, 3, 1, 4, 5, 31-də cavab B variantda gedir. 32-ci sualımızda. Bu sualımızda isə mexanizmi faydalı işlem misalının tam işdən asılı qrafiki verilir. Deyir ki, faydalı işlem misalını tapacaq. Biz bilirik ki, faydalı işlem misalı nədir? Faydalı işin tam işə olan nisbəti vurulacaq 100%. İndi bizdən ettanı soruşursa, yəni faydalı işlem misalını soruşursa, onda biz nə edəcəyik? Bax, gəl belə qəbul edək. Bir xəttin üzərində görürsənmi? Bir xəttin üzərində nə qədər düyün nöqtə olursa olsun, kənarda qalan fiziki element həmişə o hərfin sabit olmağını verir. Yəni, buradan görürəm ki, faydalı iş var, burada görürəm tam iş var. Deməli, kənarda qalan hansı hərfdir? Etta. Yəni, belə çıxır ki, birinci və buradakı ikinci nöqtələrdə demək, etta 1, etta 2-dən bərabərdir.
Bu işarəti yazdım. İndi elə olduğu halda elə bir dənə bu cavabın Y variantını çıxara bilirəm. Amma bu indi tam axıra qədər həllinə baxırıq. İndi digər yandan bunun böyük kiçik olan hissəsi hansı tərəfdən yanaşılacaqdır? Əgərlərim ettanın böyük olmağını istəyirsənsə, görürsən bu nədir? Faydalı işləm salı düz asıdır. Onda sənin xəttin faydalı işləm salına daha yaxın olacaqdır. Və mən də görürəm ki, bizim buradakı faydalı iş əmsalımız şaquli xəttədir, tam işimiz üfüqi xəttədir. Deməli, onda belə çıxır ki, bax bu 1-2 xətti faydalı işə daha yaxındır. Amma üçüncü xəttimizə baxanda deyə, bax buradakı 3 nöqtəsi o faydalı işdən daha uzaqdır. Deməli, o daha kiçik olacaq. Onda belə bir müqayisə çıxartdıq. Eta 1 eta 2-yə bərabərdir. Eta 3 isə faydalı işləm sana daha uzaq olduğu üçün o ən kiçiyi olacaqdır. Çünki bax 1-2-yi görsən faydalı işə daha yaxındır. Amma 2 daha uzaqdadır. 2 dənə daha doğrusu bu 3-dür. Hə, belə və salam belə bir cavab tapırıq. Buna uyğun gələn cavabımız da 32-də Y variantına gedir. İndi 33-cü sualımıza baxaq. 33-cü sualımızda isə verilmiş metal üzərindən düşən işığın tezliyini sabit saxlamaqla intensivliyi 2 dəfə artıranda fotoelektronların maksimal impulsu necə dəyişəcəkdir? Bu 22-ci dərs işıq kvantlarının dərsidir. Düşən işığın tezliyini deyir sabit saxla. Tezlik yəni newdur. Newu deyir konstant edəndə buradakı intensivliyi 2 dəfə artırdıq. Yadınızda da belə bir ifadə demişdim. Din sözü ilə bu din üçlü hərf yalnız bir-birindən asılıdır. Din nədir? Doyma cərəyan şiddəti, işığın intensivliyi n dəfə fotonların sayı olacaqdır. İndi bizə də buradan deyir ki, D intensivliyi, yəni i-ni 2 dəfə artır. I 2 dəfə artarsa fotonların da sayı 2 dəfə artacaq. Doyma cərəyan şiddəti hər biri eyni qədər artacaqdır. Və salam. Bu qrupa, bu bandadır. Belə qəbul edin. Din sözü bir belə deyək də bir fiziki kəmiyyətlər bir qrupun içindədir, bir bandadır. Orada ancaq bu 3 fiziki kəmiyyət bir-birinə asılıdır. Başqa digər nə fiziki kəmiyyət verir versin, heç bir fiziki kəmiyyətdən asılı olmayacaq ki, bunun həm PDF-də, həm dərs izahına daha ətraflı danışmışam. Ona görə impulsdan, sürət olsun, kinetik enerji, gərginlik, tezlik, lambda dalğızının çıxış heç bir hərfdən asılı olmayaraq cavab 33-də D variant gedir. Yalnız bu üçü nədir? Bir-birindən ancaq asılı olacaqdır. İndi isə 34-cü suala baxıram. Başlanğıc anda müəyyən elementin radioaktiv nüvələrin sayı 8-10 üstü müsbət 23-ə bərabərdir. Yarımçevirmə periodu 10 dəqiqə olarsa, 20 dəqiqə ərzində bu element neçə radioaktiv nüvə çevrilməsinə məruz qalacaqdır. İndi verilənləri yazıram. Başlanğıc anda eni verirsə bizə, yəni başlanğıc an n sıfırdır. Veribdir bunu bizə 8 vurulsun 10 üstü müsbət 23 vahid yoxdur deyə belə yazırım. Sonra yarımçevirmə period. Yarımçevirmə period yekə bir T hərfi ilə yazır. Bunu bizə 10 dəqiqə veribdir. Deyir ki, zamanın 20 dəqiqə olanda, zaman yəni burada balaca dəqiqə ilə yazarda, zaman 20 dəqiqə olanda radioaktiv nüvə neçə çevrilməyə məruz qalacaq? Bax, çevrilməyə məruz qalmaq, parçalanma falan bu sözləri görəndə artıq bizdən bu delta eni soruşur. Nəyisə belə deyək də, bax, hansısa bir reaksiya girir, nəyəsə həmin reaksiyanın ayrılır, parçalanır, parçalanma deyirsə, çevrilmə deyirsə, artıq bu ifadə delta enə məxsusdur. Bu isə atom və nüvə fizikasının 28-ci dərsin sualındandır. İndi gəlin yazırıq. Delta n deyəndə bizim düsturumuz bu şəkildə olacaqdır. Delta n bərabərdir. N0 mötərizədə 1 minus 2-nin üzərində mənfi kiçik t bölünsün böyükdür və salam. Verilənləri yerləşdiririk, sadəcə hesabatımızı aparaq. Hələ ki n0-ı saxlayıram yerində, onu axırda yerinə qoyacağım. Demək, buradan baxıram ki, mənfi kiçik t. Zaman nə qədərdir? Zamanın yerinə 20 yazıram. Periodumuz isə bizim 10 dəqiqədir. Bunu da yazıram belə. Bunlar ixtisar olundu. Qaldı 2-nin üzərində mənfi 2 mötərizəni də bağlayıram. Bu da nə deməkdir? Delta n bərabərdir. N0 mötərizənin içində 1 minus. Bax, 2 üzərinə mənfi 2 nə deməkdir? Bu elə bir ki, 2-nin kvadrata 4. Amma mənfi olduğuna görə o düşəcək məxrəcə. Bu mötərizənin için həll edəndə bu deyiləcək 4-də 3. Bax, belə qəbul edin də. Ortaq məxrəcləri 4-dür. 4-ü 1-ə bölün 4, burada 1. Və 4-dən də 1-in çıxanda bu deyiləcək 3. Başqa sözlə n0 olduğu 4-də 3-dən ibarət. N0-ın yerinə yazıram buradan. 8 vur 10 üstü müsbət 23. Burada isə 4-də 3 var. İndi bunları sadələşdirim. 8 ilə 4 ixtisar olundu. Bu tərəf elədi 2. 2-ni 3-ə vurduq 6 və yanına da qarşısına 10 üstü müsbət 23-ü əlavə edirəm. Cavab olur 34-də Y variantı. 35-ci sualımıza baxaq.
Bu sualımızda eyni temperaturda ağzı bağlı 3 müxtəlif qabda su və onun üzərində doyan buxar vardı. Qablardakı doyan buxar moleküllərinin konsentrasiyalarında hansı münasibət doğru olacaq? Bax, nə gördük? Eyni temperatur sözünü gördük və doyan buxar sözünü gördük. Bilirdik ki, doyan buxarda iki şərt var idi. Hansı şərtlər idi? Əgər doyan buxarda temperaturumuz, yəni de, eyni temperaturda demək, temperatur dəyişmir. Temperatur dəyişməyəcəksə, P, Rho, N bunların hər biri həcmdən asılı olmayacaqdır. Yəni, bax, qrafikimiz bu şəkildə olur. Həcmdən də asılı olmasa belə, onda bunların birinci, ikinci, üçüncü görsən temperatur dəyişmir də. Deməli, P, Rho, N həm təzyiq, həm sıxlıq, həm konsentrasiya heç biri dəyişməyəcək. Hamısı bir-birinə gəlib bərabər olacaqdır. Və ona görə də biz buradan 35-də D variantını götürəcəyik. İndi isə yəni burada bizə sıxlığı da, təzyiqi də verə bilər. Yəni üçü də dəyişməyəcək doyan buxarda. Bu qanunu yadda saxlamalıyıq. Sual 36. Kübir yükünün elektrik sahəsinin A nöqtəsindəki intensivlik modulu Y-dir. Q1 və Q2 yüklərin elektrik sahəsinin A nöqtəsindəki yükün intensivlik modulu və istiqamətini müəyyən edəcək. Bax, bizə buradan A nöqtəsindəki yükün intensivliyi deyir ki, tapın. Yekun intensitliyimizi biz A nöqtəsini əgərlərim tapacaqsa, birinci şərtə baxıram. Buradan Q1 yükünün intensivliyi, yəni Q1 deyirsə, onda deməli birinci intensivliyi bizə Y ilə əvəz edibdir. Qoy bunu kənardan yazım. Y1 Y-dən ibarətdir. Onda yekun intensivliyi tapanda bizə lazımdır ki, buradan ikinci intensivliyi bilək ki, o neçə Y-dən ibarətdir. Çünki burada bir yük var və iki yük var. Onda bunun Y1-ini verib, amma Y2-ni biz özümüz tapmalıyıq ki, görək ki, nə qədər Y-dən ibarətdir. Daha sonra əgərlərin biz bunu tapıb bitirəndən sonra görsək ki, burada intensivliklər eyni istiqamət olacaqsa, o zaman yekun intensivlikləri tapanda birinci ilə ikinci intensivliyin cəmi olur. Yox, əgər əks istiqamət olacaqsa çıxılacaq. İndi baxaq görək müsbət yoxsa mənfi götürə bilərik biz buradan. Öncə biz buradan hansı hissəyə baxaq. Bax, gəlin bu tərəflərimizi yazdığımız hissələrimizi diqqətlə baxaq. Nə deyir? Yükdədir və nöqtədədir. Biz də bilirik ki, elektrik sahəsinin intensiv nöqtəvi yükdəki düsturu bundan ibarətdir. KQ0 bölünsün L-in kvadratı. L burada məsafədir, yəni radius deyil. İndi birinci tərəfə baxıramsa, birinci intensivliyə baxaramsa, ayağına da Q1 qoyuram indekslərinə. Yəni, hər birinin ayağına 1 qoyuram. Birincini biz tapırıq. Yəni, birinci intensivlik Q1, L1 məsafəyə baxılacaqdır. Demək, biz nə edirik? Bizə buradan verilən hədəf yükdən nöqtəyə qədər olan vəziyyətə baxıram. Q1 yükümüz görürəm ki, müsbət Q-dür. Bunun yerinə Q qoydum. Sonra A nöqtəsinə qədər baxırıq da məsafəmiz R-dir. Onda olur belə. Bizə nə dedi? Birinci intensivliyi mən deyir Y ilə əvəz eləmişəm. Yəni, harada belə çıxır ki, KQ bölünsün R kvadrat gördümsə, onu bir Y ilə əvəz eləyəcəm. İndi eyni ilə həmin düsturumuzu ikinci intensivrimiz üçün yazıram. KQ bölünsün R2-nin kvadratından ibarətdir. İndi isə bura fokuslanıram. Buradakı yükümüz bizə mənfi 5Q verilir. Mənfini mən burada istiqamətdə nəzərə alacağım. Yəni hesabata bura daxil etmirəm. Yəni onda ikinci yükümüzə buradan 5Q-nü qoyuram. 5 önə keçir. Olur bu şəkildə. Sonra isə bizə buradan verilən yükdən isə bu nöqtəyə qədər yenə də məsafə 1 R-dən ibarətdir. Onda bu məsafə də 1 R və kvadratdır da belə qoyuram. İndi nə görürəm? Görürəm ki, KQ bölünsün R kvadratını bir Y ilə əvəz eləmişəm. Onda bax, eynən mən də bu hissəni KQ bölünsün R kvadratını bir Y ilə əvəz edəcəm bu hissəni. Amma öndə bir dənə 5 var. Onda bu isə olacaqdır 5 Y-dən ibarət. Demək ki, biz tapırıq ki, ikinci intensivliyimiz bizim 5 Y-dən ibarətdir. Birinci intensivliyi isə özləri bizə Y vermişdir. Yəni, belə olduğu halda yekun intensivimizi A nöqtəmizə görə tapanda birinci intensivimiz Y-dir, ikinci intensivlik 5 Y-dən ibarətdir. Qalır indi biz buradan onun müsbət ya da mənfi olmağını tapaq. İndi biz nə görürük? Buradan görürük ki, bu tərəfləri silirəm. Deməli, bu müsbət yükdür. Biz bilirik ki, əgərləri müsbət yük olarsa, qüvvə xətləri müsbətdən çıxar, sonsuzluğa doğru gedəcəkdir. Amma bizə burada verilən hədəf nöqtə A nöqtəsidir. Yəni, əslinə qalsa, qüvvə xətlər müsbətdən çıxacaq, sonsuzluğa doğru gedir. Amma biz bunu A nöqtəsinə doğru bax bu cür şəkildə gətirəcək. Daha sonra bu görürük ki, burada neçənci yükdür? Birinci yükdürsə,
Onda bu tərəfdən də çıxan isə bizim birinci intensivlik olacaqdır və bu Y1-dir. Sonra isə bu tərəfə baxıram. Bu isə mənfi yükdür. Qüvvə xəttlər bilirik ki, mənfi yük olanda isə sonsuzluqdan mənfi yükə daxil olurlar. Yəni bu mənfi yükə hər yerdən daxil olurlar, amma hədəf hansıdır? A nöqtəsidir. Deməli bu ikinci yükdürsə, onda ikinci intensivlikdə A nöqtəsindən bu cür şəkildə daxil olacaqdır. Və nə görürəm? Görürəm ki, İki intensivlik birinci və ikinci intensivlik eyni istiqamətdədir və eyni istiqamət olanda yekun intensivliyi toplanmış olacaqdır. Ona görə daha biz bunu üstə qoyuruq. Y ilə də 5Y toplanaraq bu da eləyəcəkdir 6Y. İndi nə görürük? İstiqamət hara doğru gedir? Sağa doğru gedir. Ona görə istiqamət sağa doğru götürəcəm və 6Y olaraq bu sualda cavab Y variantına gedir. İndi 37-ci sualımıza baxıram. Bu hansı fiziki kəmiyyətlə müəyyən olunacaqdır. Deməli, biz nə görürük? Harmonik rəqs görürük. Bu 9-cu dərs mexaniki rəqslər və dalğaların mövzusudur. Biz bilirdik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə omega 2 pi n-dən ibarət idi. Sadəcə çevrədəki n dövrətmə tezliyi, buradakı neu rəqsin tezliyi ilə əvəz edirik. Yəni, n-lə yox, bunu neu ilə yazırıq. İndi nə görürəm? Mən görürəm ki, buradakı, bax, bu hissə nədir? Kvadrata yüksəlibdir. Yəni, bu omeganın kvadratıdır. Olur belə 4pi-nin kvadratı, neu-nun kvadratı. Bu ifadənin, bax, bu sarı hissəni bir omega kvadratı şəklində götürüb yazarıq. Daha sonra nə görürəm? Burada isə xm var. Bu xm də bizə nə verəcəkdir? Təcilin maksimal qiymətini verəcəkdir. Çünki biz bilirdik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə təcil omega kvadrata vurulsun r idi. Çevrədə buradakı r-lər mexaniki rəqslər və dalğalarda bu xm ilə, yəni amplitud məsafə ilə əvəz olunurdu. Onda elə olduğu halda artıq biz bu düsturumuzu omega kvadrat r yox da xm ilə yazacağımsa, o zaman xm-dirsə deməli bu da təcil belə deyilməz. Təcilin dayağına m ataram, bu da olar təcilin maksimal qiyməti ya da təcilin amplitud qiyməti. Cavab buradan da D variantına gedəcəkdir. Sonraki sualımıza baxaq. Bu sual buradadır. 38-ci sualımızda başlanğıc sürətlər 3V və V, kütlələr isə M və 2M olan cisimlər üfüqi müstəvidə yalnız sabit sürüşmə qüvvəsinin təsiri ilə hərəkət edir. Cisimlərə təsir edən sürüşmə sürtünmə qüvvələri və onların aralarındakı təcil arasında hansı münasibət doğrudur? Burada önəmli söz var. Buna fikir vermək lazımdır. Sürtünmə əmsalları eynidir. Yəni, eyni olmaq birinci müyü, ikinci müyüyə bərabər olmaq. Başqa sözlə, bu ifadə müyü, yəni sürtünmə əmsalının konstant olmağı deməkdir. İndi biz nə edəcəyik? Biz düstur müəyyən ediriksə, bizə sürüşmə sürtünmə qüvvəsinin bir də təcili soruşur. Onda bizim düsturumuzun içində sabit olan hərf mütləq yer almalıdır. Sürüşmə sürtünmə qüvvənin də düsturu müyü n-dən ibarətdir. N-in də yerinə buradan kütlə verildiyinə görə götürəcək m, j-ni yazacağım. Bizə oradan demişdi ki, birinci sürətimiz 3V idi, ikinci sürətimiz isə 1V-dən ibarət idi. Deyəsən belədir. Baxın, görün düzmü yadımda qaldı. Hə, V1 3V idi, V2 V idi, kütlələr M1 M idi, M2 də 2M. Yaxşı, elə gəl buradan yazaq da düsturumuzu qoyaq yerinə. Sürüşmə sürtünmə qüvvənin düsturu müyü N-dir. Bu ağırlıq qüvvəsi üzü aşağı MJ, dayağın reaksiya qüvvəsi N-də yuxarıdır. Sürüşmə sürtünmə qüvvəndə düsturu müyü N-dən ibarətdir. Burada N elə ancaq nədir? MJ-yə gəlib bərabər olacaq. Buna görə bura yazıram MJ. Demək, yenə deyirəm, müyü bizə buradan konstant verilmişdi. Ona görə müyünü buradan konstant saxlayırıq. Bu öz yerində. Digər yandan da baxıram ki, sürtünmə qüvvə M ilə düz asılıdır. Ona görə biz görürük ki, buradakı ikinci kütlə birinci kütlədən 2 dəfə çoxdursa, bu da başqa söz o deməkdir ki, sürüşmə sürtünmə qüvvənin ikincisi birincisindən 2 dəfə gəlib çox olacaqdır. Ya da nisbət qrup yaza bilərəm. Sürüşmə sürtünmə qüvvənin ikincisini birincisinə böləndə kütlə ilə düz asılı olduğuna görə M2-ni M1-ə böləcəm. M2 2M-dir, M1 isə 1M-dən ibarətdir. M-lər buradan ixtisar olunur. Nəticədə bu nisbətimiz bizim 2-yə bərabər olur. Və oradan da ikinci sürüşmə sürtünmə qüvvəni tapanda bu isə eləyəcəkdir F sürtünmə 2, F sürtünmə 1-dən ibarətdir. İndi təclə baxıram. Tormozlama yoludur. Tormozlama yalnız sabit sürtünmə qüvvə deyəndə bu tormozlamadır. Tormozlama olanda bunun düsturda çıxarışını demişdik ki, o zaman əvəzləyici Newtonun ikinci qanunu
ilə bərabərdir sürtünmə qüvvəsinə belə yazıram. Sürtünmə qüvvəsinə bərabər F qüvvənin yerinə MA yazıram. Sürüşmə sürtünmə qüvvə ilə müyü N də oradan MJ-yə bərabər olar. Və oradan da kütlələrimiz ixtisar olunanda təcil sadəcə qalacaq müyü J-dən ibarət. Niyə görə bu düstura fokuslanıram? Ona görə ki, bizə buradan müyünü konstant verir. Konstantlar hər zaman düsturun içində olacaqdır. Bu isə J-dir. Yerin J-si sərbəstləşmə təcildə sabit olduğuna görə, demək təcil dəyişməyəcəkdir. Təcil yəni orada heç bir fiziki qiymət dəyişə bilmir. Çünki bu düsturun içində artıq başlanğıc sürətlər falan yoxdur deyə buradakı fərqli olan sürətlər nəzərə alınmayacaqdır. Belə. Ona görə biz də deyəcək ki, ikinci təcil elə birinci təcillə də bərabər olur. Cavablarımız bizim bunlardan ibarət olur. Təcillər eyni, amma ikinci sürtünmə qüvvə birincidən 2 dəfə böyük olacaqdır. Buna uyğun gələn cavabımız burada da Y variantına gedir. İndi 39-cu sualımıza baxıram. Bu hansı fiziki kəmiyyətdən vahidinə uyğun olacaqdır? Gəlin də bunu yenə kənardan yazıram. Deməli, buradan jolla saniyəni köçürdürəm, dursun belə yerində. Və indi ohmun açılışına baxıram. Bilirəm ki, 1 ohmun açılışı volt bölünsün amperdən ibarətdir. Digər yandan baxıram ki, burada amper vurulsun saniyədir. Amperi saniyə vuranda bu bizə klonu verəcəkdir. İndi aşağı hissədə klon əmələ gəlir. Çünki 1 klon açılışı amper vurulsun saniyədir. Yuxarıda isə jol vurulsun voltdur. Bunu da köçürdürəm bura və bu ifadə kökün altındadır. Daha sonra nə görəm? Jol bölünsün klon görəm. Jol bölünsün klon da bu voltun açılışıdır. Onda o ifadənin yerinə volt yazaram. Burada da 1 voltumuz qalıbdır. Bu da olur belə. Volt da volta vurulanda volt kvadrat, o isə kökdən volt çıxır və cavab olur gərginlik. Burada B variantına gedir. Əgər işdə görsəz ki, variantda gərginlik yoxdur, bunu potensiallar fərqi də yaza bilərəm və yaxud da elektrik hərəkət qüvvəsi yaza bilərəm. Çünki bu 3 fizik kəmiyyətin də vahidi bizə yenə də voltu verəcəkdir. 40-cı suala baxaq. Verilmiş bir cins maqnit sahəsində cevruzlə bərabər sürətlə hərəkət edən protonun impulsu azalırsa, onun dövr etmə tezliyi və radiusu necə şəkildə dəyişəcəkdir? İndi biz burada nə görürük? Maqnit sahəsi görürük, proton görürük. Proton yüklü zərrəcikdir. Belə olduğu halda yüklü zərrəcikdə tezliyin düsturuna fokuslanırıq. Tezliyin düsturu belədir. N bərabər idi. QB bölünsün 2 pm-dən ibarət idi. Və burada impuls dəyişir. Amma mən də baxıram ki, mənim bu düsturda gözümə impuls dəymir. Ona görə deyəcəm ki, buradakı dövr etmə tezliyimiz dəyişmir. Buradakı tezliyimizi n-lə, n-ilə yaza bilər. Yəni, n burada konstantdır, dəyişməyəcəkdir. İndi isə radiusa baxıram. Yüklü zərrəcikdə radiusun düsturu R bərabər idi. MV bölünsün QB-dən ibarətdir. MV bilirik ki, bizə impulsu verir. Ona görə biz bu ifadənin yerinə elə impuls qoyanda düstur P bölünsün QB-dən ibarətdir və impuls radiusu ilə düz asılıdır deyə impulsumuz bizim burada azalacaqsa, deməli onda radius da azalacaqdır. Nə tapıram cavab? Konstant, yəni dəyişməz, tezliyimiz dəyişməz, radiusumuz isə azalar. Dəyişməz azalar cavabımız 40-da E variantına gedəcəkdir. İndi isə buradan 41-ci sualımıza baxıram. Bu sualda deyir ki, verilmiş kütlələ demişdim ki, hansı verilmiş sözündən sonra hərf söz ifadə gəlirsə, o konstantdır. Deməli, burada kütlə dəyişməz, sabit olacaq. Dəyişməzlər düsturda hər zaman olur. Daxili enerjinin onun təzyiqdən, yəni P-dən asılı qrafiki verilir. Qaz molekularının orta kinetik enerjisinin həcmdən asılı qrafiki hansı bu vəziyyətə uyğun gələcəkdir? Bizə deyir ki, kinetik enerjinin həcmdən asılı qrafikinə baxacaq. İndi biz nə görürük? Görürəm ki, daxili enerji şaquli xəttə yerləşibdir və bu xəttimiz daxili enerji konstant gedir. Demişdik, hansısa xətt bir fiziki kəmiyyətin üzərinə perpendikular gedirsə, o konstantdır. Deməli, burada daxili enerjimiz də bizim dəyişməyəcəkdir, konstantdır. Daha sonra nə baxıram? Bax, bu 1-dən 2-yə gedən ox var. Bunu təzyiqin üzərinə köçür. Təzyiq neyinir? Sıfırdan uzaqlaşır. Bu isə təzyiqin artımı deməkdir. Deməli, təzyiq artır. Daxili enerji dəyişmir. İndi mən necə bunu kinetik enerji ilə həcmini əlaqələndirə bilərəm? Biz dedik ki, elə düstur müəyyən edəcək ki, bunlar düsturumuzda olsun. Deməli, elə olduğu halda daxili enerjimizin bax belə bir düsturu var idi. U bərabər idi kiçik m bölünsün böyük m RT-dən ibarətdir. Deməli, belə. Daxili enerji U dəyişmir. M kütlə dəyişmir. Bu mollar kütlə o da dəyişmir. R universal qaz sabitidir. Sabit hərflər ümumiyyətlə dəyişmir. T isə deməli burada heç dəyişə bilməz. Çünki bu hərflərin heç biri dəyişmirsə, temperatur necə dəyişə bilər? Deməli, temperaturumuz bizim burada konstant qalıbdır.
T də burada, temperatur da dəyişməyəcəkdir. Bunu götürəm kənara yazıram. İndi isə mən buradan görürəm temperatur sabitdirsə, bunu kinetik enerjilə əlaqələndirəcəm. Kinetik enerjimizin temperatur ilə əlaqəli belə bir düsturu var idi. 2-də 3 K T-dən ibarətdir. Orta kinetik enerjinin düsturu. Deməli, K-nın adı burada Boltzmann sabitidir. Hansı hərflərin adı sabitdirsə, onların xüsusi qiymətləri var və o həmin fiziki qiymətlər hər zaman sabit olaraq dəyişmirlər. Daha sonra İndi buradan da temperatur da dəyişmirsə, deməli kinetik enerjimiz də dəyişməyəcək. O da konstant olacaqdır. Yəni Y kinetik buradan konstantdır. Demək dedik ki, hansı hərf konstantsa xətt ona perpendikulyar bu şəkildə gedir. Və indi baxıram nəyə? Təzyiq ilə buradan həcmi bir-birlərinin əlaqələndirəcəm. Klapiron tənlimi qısa şəkildə çıxarışın belə yazmışdıq. PV bərabər T-dir. Buradan həcmi tapanda temperatur təzyiqə bölünəcəkdir və nə görəm? Temperaturum dəyişmir, bu sabit, onunla işim yoxdur, amma həcmlə təzyiq bir-birindən tərs asılıdır. Burada təzyiq artdığına görə onda deməli həcm azalacaqdır. Həcm azaldısa o zaman oxumuz bizim belə gedər. Çünki bu oxu həcmin üzərinə sürüşdürəndə həcm sıfıra doğru getməlidir və belə olduğu halda buna uyğun gələn cavab bu sualımızda E variantına gedir. Bu isə olur 41. İndi 42-ci suala baxaq. 42 harda qaldı? Ha, bu tərəfdədir. 42-ci sualımızda sabit gərginlik mənbəyinə qoşulmuş. Demişdim ki, əgər sabit gərginlik mənbəyinə qoşulma deyirsə, bu gərginliyin konstant olmağı deməkdir. Yox, əgər sabit gərginlik mənbədən ayrılmış desəydi, onda gərginlik konstant olması yük konstant olardı. Amma bizə elə demirdi. Bizə qoşulmuş deyirsə, deməli o konstantdır. Müstəvi hava kondensatorun yükünün onun sahəsindən asılı qrafiki hansıdır? Sonra belə bir ifadə verir mötərizə. Lövhələr arasındakı məsafə sabitdir. Yəni D konstantdır. Bu konstantlar o deməkdir ki, bunlar sənin düsturun içində mütləq və mütləq olmalıdırlar. İndi baxıram nə? Yükün düsturun yadıma salıram. İndi kondensator deyirsə, yük bərabər CU-dan ibarətdir. Müstəvi kondensatorda deyəndə hər zaman C-nin yerinə epsilon 0 vurulsun S bölünsün D düsturunu yazmaq lazım. Bir də vurulsun, burada da gərginlik olur. İndi nə görəm? Deməli, sabit hərf gərginlik düsturda var. D məsafə sabitdir. Bu da düsturumuzda var. Digər yandan bizə nə dedi? Dedi, yük ilə sahə bir-birinə necə asılıdır? Görürəm ki, yüklə sahə bir-birindən düz asılıdır və düz asılığımızın qrafiki 42-də A variantına gedir. 43-cü sualımızda X oxu üzrə düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 0T1 zaman anında sürət və təcili istiqaməti necə dəyişir? Deməli, bax 0-dan T1-ə qədər bu zaman anına kimi nə qədər sürət istiqamətini dəyişir? Gəl birinci ən sadə dillə deyək. Əgər demişdir, sürət qrafiki T zaman oxunu 3 dəfə kəsirsə, bu istiqamətin dəyişmədir. Bax, buradan göy xəttdən bir dəfə kəssi, yaşıl xəttdən də bir dəfə kəssi. Ümumi toplayanda bunların kəsimləri 2 dəfə oldu mu? Deməli, sürət istiqamətini 2 dəfə dəyişmiş oldu. Ya cavab C olacaq, ya D olacaq. Bəs təcili necə şəkildə çıxarda bilərəm? İndi ona görə gəl bunu belə daha da yaxşı başa düşək deyə. Bax, bura bizim göy xəttimiz T zaman oxudur. Əgər sürətin qrafikləri üzü yuxarıdadırsa, bu sürətlərin işarəcə müsbət olmağını bildirir. Sürət qrafikləri aşağıdadırsa, T zaman oxunan aşağıdadırsa, bu isə sürətin işarəcə mənfi olmağını bildirir. Digər yandan belə demişik, sürətin müsbət olmağı ya da mənfi olmağı onun nə artımı, nə azalmağıdır. Sadəcə sürətin müsbət olmağı onun x oxu ilə eyni istiqamətdə getməyini bildirir. Sürətin mənfi olmağı isə onun x oxu ilə əks olduğunu bildirəcəkdir. Yəni, yuxarı hissələrdə sürətlər müsbətdirsə, deməli, sürət x oxu ilə getdi. Aşağıda sürətlər mənfidirsə, deməli, sürət x oxunun əksi istiqamətinə gedibdir. İndi baxırıq ilk öncəki qrafikimizdə. Gəlin də bunları buradan silək, bir-bir başlayaq indi bunları icra etməyə. Deməli, göy xəttimiz bizim T zaman oxudur. Qrafik belə gəlirsə, T zaman oxuna doğru gəlirsə, azalır da bu sürətin azalmağı və hərəkətin yavaşayan olmağı deməkdir. Qrafik yuxarıdadır, deməli, sürət işarəcə müsbətdir. Yavaşayan hərəkət olanda təcillə sürət əks işarəyə malikdir. Deməli, təcili burada mənfi olur. Sonra keçdim ikinci qrafikimizdə. Artıq bu qrafik T zaman oxunan aşağıya düşdü və görsən getdikcə T zaman oxunan uzaqlaşır. Bu hərəkət isə yeniləşən, bərabər yeniləşən hərəkətdir. Ona görə buna yazdım, bərabər yeniləşən hərəkət. Bərabər yeniləşən hərəkətdə sürət ilə təcil eyni işarə, eyni istiqamətə malikdir. Qrafik demişdik, T zaman oxunun altındadırsa, bu sürətin işarəcə mənfi olmağıdır. Yeniləşən sözü də
Təcillə eyni işarə, eyni istiqamət sürətlə bir-birinə malik olduğu üçün təcil də burada mənfi olur. Sonra keçdim bu qrafikimizə, üçüncü addımımıza. Üçüncü addım nədir? Göy tez zaman oxun kəsirdə. Deməli, əgər qrafiklər tez zaman oxun kəsməyə doğru, azalmaya doğru gedirsə, bu yavaşın hərəkət olacaqdır. Yavaşın. Qrafik tez zaman oxun altındadır. Deməli, sürətimiz işarəcə mənfi olacaqdır. Amma yavaşın hərəkətə demişdim ki, sürətlə təcil əks işarəyə malikdir. Ona görə təcrübəmizin işarəsi burada müsbət oldu. İndi isə keçirəm buradan dördüncü qrafikimizə. Nə görəm? Bu qrafik getdikcə tez zaman oxundan uzaqlaşır. Uzaqlaşan qrafiklər bərabər yeniləşən hərəkət olacaqdır. Qrafik tez zaman oxunun üstündədirsə, sürətin işarəsi müsbət olar. Yeniləşən sözü də, bax bunu eyni sözünə görə demişdim, yadda saxlayın. Eyni, yəni sürətlə təcil eyni işarəyə malikdir. Onda deməli, təcrübəmizin də işarəsi burada müsbət olur. İndi baxırıq nəyə? Bax, ilk öncə buradan təcilin işarəsi mənfidir, yenə mənfi. Hələ təcil istiqamətini dəyişmir. Mənfidən müsbətə keçəndə dəyişim olur. İndi isə, bax, bura bizim birinci qrafik, bura ikinci, bura üç, bura dördüncüdür. Hələ birdən ikiyə keçəndə təcilin işarəsi mənfi oldu. İndi ikidən üçə keçəndə təcil nə oldu? Mənfidən keçdi oldu müsbət. Deməli, təcil istiqamətin bir dəfə dəyişdi. Daha sonra dördüncü vəziyyətimizə keçəndə elə təcil müsbət idi, burada da oldu müsbət. Yəni dəyişim olmadı. Demək ki, təcil istiqamətin bircə dəfə dəyişibdir. 2 və 1 cavab burada isə 43-də C variantı olur. 44-cü suala baxıram. Detektorlu radio qəbulçinin sxemi verilir. AB hissəsinə hansı dövr element birləşdirilməlidir? Bu 23-cü dərs elektromagnet rəqslər və dalğaların dərsidir ki, yadınızdadırsa, bax deyirdim ki, bu radio qəbul edicinin sxemi gəlib sizə düşəcəkdir. İmtahan sualı kimi həqiqətən də elə oldu. Çünki bu hər dəfə tez-tez imtahana düşən suallardır. İndi biz nə görürük? AB hissəsinə bax, bunun bu hissəsidir ki, dedim bunu su kimi əzbər bilməlisiniz ki, bu nədir? Sabit tutumlu kondensatordur. Yəni bunun sxemi, yəni buradakı gördüyümüz kimi B variantıdır, amma belə deyək ki, sözlə ifadə etsə, bunun döynən cərəyanın hamarlanması da qəbul edə bilərik. Yəni, bax, buradan görürük ki, bu sadə rəqs konturudur. Bu rəqs konturu. Sonra bir antenadır, 3 detektordur, 5 səs ucaldandır. Buradakı bu hissə torpaqlamadır və 4 olan dedik nədir? Sabit tutumlu kondensatordur. Baxaq bundan sonraki sualımıza 45-də. Maddənin bərk halına, qaz halına birbaşa keçmə prosesi nə cür adlanacaqdır? Gəlin də baxaq, bu isə 14-cü dərs bərk cisimlər və mayelərin xassələridir. Onun üçün biz gərək aqreqat hallarımızı bilək ki, aqreqat hallar hanırdan hara qədər gəlir? Gəlin baxaq, deməli, nədir? Bərk, maye və qazdır. Bərkdən mayeye gələndə bunun adı ərimədir. Daha sonra mayədən qaza gələndə bunun adı buxarlanma olacaqdır. İndi bunun əksinə baxıram. Qazdan mayəyə keçəndə kondensasiya, mayədən bərkiyə keçəndə ya buna bərkimə, ya kristallaşma, ya donma 3 dənə sinonim adı var. Digərinə baxanda isə gör bu bizə nə deyir? Bu deyir ki, bərkdən qaz halına keçir. Deməli, bərkdən birbaşa qaz halına keçir. Yəni, maye halına keçid etmir. Birbaşa bərkdən qaza keçirsə, onda bunun adı sublimasiya olacaq. Və yaxud da bunun əksini desəydi, qaz halından birbaşa maye halına keçmədən bərkə keçsəydi, adı isə bunun desublimasiya olacaqdır. İndi bizə verilən şərtimiz isə bərkdən qaz halına keçdi. Yəni, bax, bunun adı sublimasiya. Cavab 45-də C variantına gedir. 46-cı sualımıza baxaq. Bu sualda dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqaviməti 50 ohm olan rezistorun uclarındakı gərginliyin zamanla qrafiki verilir. Rezistorda ayrılan orta gücü hesablayaq. Bizə buradan verilən müqavimətimiz 50 ohmdan ibarətdir və güc də soruşulur. Gəlin bunun baxaq qrafikinə bu tərəfdən. Verilən fiziki əməliyyatlarımız nələrdir? Öncə baxıram şaquli xəttə. Şaquli xətt gərginlikdir. Onda biz demişdik ki, təpə və çökük nöqtələrdə olan hansı fiziki əməliyyat verilirsə verilsin, onların həmişə o hissələri maksimumdur. Deməli, bu gərginliyin maksimum qiyməti 200 voltdan ibarətdir. Daha sonra bizə burada verilən müqavimət 50 ohm idi. Yazıram buradan 50 ohmdan ibarətdir. İndi biz nə bilirik? Biz bilirik ki, gücün hansı düsturu var idi? Güc bərabər idi. Gərginliklə müqavimətlə əlaqəli bax belə bir düstur var idi. U-nun kvadratı bölünsün R-dən ibarətdir. Amma mən nə görürəm? Mən görürəm ki, burada U yox, UM verilibdir. Digər yandan da bilirəm ki, bu U olan gərginliyin təsirci qiymətidir. Yəni, bu gərginliyin ani qiymətidir. Maksimuma keçmək üçün UM bölünməlidir kökdə 2-yə və belə.
İndi ona görə də mən buradakı onun yerinə UM bölünsün kökdə 2-ni yazaram. O da burada kvadrat olduğuna görə onda bu olar bu şəkildə. UM-in kvadratı bölünsün kökdə 2-nin kvadratı artıq o kökdən çıxacaqdır. Olur bu şəkildə. Yəni bölünsün 2, bir də vurulsun R-dən ibarətdir. Vəssalam. Bizə verilən fiziki əməklər hamısı əlimizdə yerinə qoyaq hesablayaq. UM 200-dür. Elə bunu 200 vurulsun 200 şəklində yazıram. Sonra müqavimət də buradan bizə 50 verilibdir və bu 0 ilə bu 0 buradan ixtisar olunur. Elə bunu yerindəcə silək. Daha sonra 2-ni 50-yə vuranda böyle buradan bir dəqiqə 2-ni 5-ə vurduq. Belədir 10, 50 deyirəm, heç açdım 10. Sıfırlarımız da bizim buradan ixtisar olunur. Qalır belə. Və 2-ni də 200-ü də 2-yə vuranda bu da eləcəkdir 400 watt. Sualın cavabı C variantına gedir. Baxaq sonraki sualımıza. 47-ci sualda isə o mərkəzdən keçən disk müstəvi perpendikulär olan ox ətrafına fırlanan disk üzərində 3 nöqtə göstərilir. Bu nöqtələrin xətti sürətləri arasında hansı münasibət doğrudur? Demişdik ki, əgər fırlanan disk kürə sözlərini görəndə val radiusla düz asılı idi. Val nədir? V sürətdir, A təcil, L uzunluq, yəni radiusla düz asılı odur ki, hansının radiusu böyükdürsə, onun həm sürəti, həm təcili, həm uzunluğu böyük olacaqdır. Onda elə olduğu halda O nöqtəsindən baxıram ki, bura bir R3 radiusudur. Daha sonra 1 ilə də 2-nin radiusu eyni səthin üzərindədir. Yəni onların da radiusları eyni şəkildə. Bu R1 radiusu, bu R2 radiusu. İndi radiuslarımızı müqayisə edirəm. R3 böyükdür. R1 ilə də R2 bir-birlərinə bərabərdir. Onda sürətlə də radius bir-birinə düz asılıdır ki, həmin cavabın kapiravatını sürət üçün edirəm. V3 böyükdür, V1 də V2-yə bərabər olur. Buna uyğun gələn cavabımız üçüncü hamısından böyükdür. Hə, 47 olur B variantı. Digər yandan gəl digər fiziki əməklərimizi yadımıza salırıq. Omeqanın. Biz dedik ki, omega və omeqanın canında olan hərflər də bu fırlanan disklər kürədə dəyişməyəcək. Yəni birinci, ikinci, üçüncü nöqtələrdə bir-birlərinə bərabər. Omeqadır. Omeqanın canındakı olan fiziki əməklər hansıları idi? Bu yenə yazıram. 2pi bölünsün period, 2pi n, bir də 2pi dövrlərin sayı bölünsün zamandır. Deməli, omeqanın özü, periodu, tezliyi və dövrlərin sayı. Bax, bu fiziki əməklərimiz isə bu nöqtələrdə dəyişməyəcəklər. Bunu da belə istəyirsə yadda saxlayın. Nəvə, nənə, balacanı, ilkanı, nənə, nəvə sözləri ilə yadda saxlar və bu hərflərimizi soruşsaydı eyni olanlar, omega, period, tezlik, say dəyişməz idi. Belə, keçdik indi 48-ci sualımıza. Bərk cisminin vakuumdakı çəkisi 2,8 Newton, suya tam batırılmış halda isə çəki 2,4 cismin sıxlığını hesablayacaq. Verilən fiziki əməklərimizi yazıram. Vakuumdakı çəki P0-dır. Elə buna ağırlıq qüvvəsi demək olar. Həmçinin bu başqa sözlə mg də yaza bilərəm. Bir də yazıram ki, vakuumdakı çəki nə qədər veribdir? 2,8 Newtondur. Yəni bu ifadələr hamısı 2,8 Newtona bərabərdir. Sudakı çəki isə verilibdir 2,4-dür. Sudakı çəki, yəni P, su, başqa sözlə P mayi 2,4 Newtondan ibarətdir. Cismin sıxlığı soruşulur. Rho cisim axtarışdadır. Digər yandan da rho su verilibdir burada. Rho mayi də 1000, başqa sözlə 10 üstü müsbət 3 kiloqram kubmetr və J də verilibdir. İndi biz nə bilirik? Bilirik ki, mayədəki çəki nəyə bərabər idi? P-yə bərabər idi. Vakuumdakı çəki çıxısın F arximet qüvvəsindən ibarətdir. İndi buradan P, yəni mayədəki çəkinin yerinə yazaram ki, 2,4 bərabərdir. P0-ın yerinə isə vakuumdakı çəkin də yerinə 2,8 çıxılsın F arximet yazaram. Daha sonra 2,4-dən 2,8-in çıxanda bu mənfi 0,4 edir. Bu yanda mənfi F arximet elir. Mənfilər atılır. Qalır belə. F arximetimiz bərabər olur 0,4. Bunu kənardan yazıram. F arximet bərabər oldu 0,4 Newtondan ibarətdir. İndi arximet qüvvəsini başlayaq açaq. Bilirik ki, arximet qüvvəsi nə idi? Rho mayi, J və batandan ibarət idi. Həmçinin mövzu izahına danışmışdıq ki, əgər həm mayenin sıxlığı, həm cismin sıxlığı veriləcəksə, o zaman V, yəni həcmin yerinə biz M bölünsün Rho cisim şəklində yazarım. Yəni, buradakı həcmin yerinə M bölünsün Rho cisim şəklində yazaram. Bu ifadə ilə bir arximetin açılışıdır. Bu da nəyə bərabərdir? 0,4-ə. Onda bunu da yerinə yazaram ki, bərabərdir 0,4. Aha, indi nə görə? İndi buradan mg görəm. Demək, mg nə idi? Elə P0 vakuumdakı çəkidir. Yəni, bu da 2,8-ə bərabər idi. Gətirəm bunu da yerinə 2,8 yazıram.
Roma durur burada yerində. MJ'nin yerinə bax nə yazıram? 2.8 yazıram belə. Məxrəcimdə bölünsün rho cisimimiz var və bu da tərəfdə 0.4-dür. Qalır indi buradan sadələşdirmək. Bizə cismin sıxlığını tap dedim. Deməli belə edirəm. Rho cisim bərabərdir. Rho mayi vurulur 2.8-ə 0.4-dən rho cisim ismenlərin dəyişirlər yerlərə olur bu şəkildə. Oradan da rho mayinin yerinə 1000 gətirirəm, qoyuram. 1000 vermiş daxım. Sonra 2.8-də 0.4-ə bölmək bu da elədi 7, 28 və cismin də sıxlığı gəldi elədi 7000 kiloqram kub metrdən ibarət olur. Buna uyğun gələn cavabımız da bu sualımızda 48-də A variantına gedir. 49-cu sualımıza baxaq. 49-da isə cismin nazik toplayıcı linsada 4 dəfə böyüdülmüş həqiqi xəyalı alınır. Cisimlə onun xəyal arasındakı məsafə 2.5 metr olarsa, linzanın fokus məsafəsini tapaq. İndi baxıram nədir? Linzada 4 dəfə böyüdülmüşdür. İstər böyüdülmüş, istər kiçildilmiş. Bu rusların dedik G hərfi ilə yazılır. Əgər böyüdülmüş deyəcəksə, bu 4 sürətdə yazılır. Yox, kiçildilmiş desəydi 1 bölünsün 4 şəklində demişdik, yazılacaqdır. Daha sonra buradan hansı sözə fikir verir? Cisim deyirsə, bu D hərfi ilə yazılır. Xəyal deyirsə, bu F hərfi ilə yazılır. Nədir? Onlar arasındakı məsafə, yəni D ilə F-in cəmi 2.5-dən ibarətdir. Bu ifadəni də gətirirəm, kənardan yazıram. D ilə F-in cəmini verdi bizə 2.5 metr və linzanın fokus məsafəsini soruşur. Fokus məsafə yekə F ilə yazılır. Xəyal isə balaca F ilə yazılır. Belə. İndi biz nə bilirik? Biz bilirik ki, bax bu G, yəni rusların G-sinə yazılan ifadə linzanın böyüdülməsi nəyə bərabərdir? G bərabərdir xəyalın cismə olan nisbətidir. İndi bu G-nin də özünü 4 verdiyinə görə bunu buradan 4 yazaram və xəyalı taparam. Yəni balaca F-i taparam. Balaca F-i tapanda xəyal nədir? Cisim D-dir. Ondan 4 dəfə böyük olacaq və neymirəm? Gətirərəm buradan xəyalın yerinə bu ifadəni yerləşdirəcəm. 4 deyən olur bu ifadə belə. D cisim üzərinə gəlsin. Balaca F-in yerinə 4D yazdıq. Elədi 2.5 metrdən ibarətdir. D ilə 4D toplanar. 5D bərabərdir 2.5-ə. Cisim məsafəsini tapanda bu da elədi 0.5 metrdən ibarətdir. İndi biz daha xəyalla tapa bilərik də. Xəyalla tapmağın nə var ki, D budur da. Xəyal bərabər 4 vurulsun. D-ni nə tapmışam? 0.5. 4 də 0.5-ə vurulanda xəyal da elədi 2 metrdən ibarət. Deməli, xəyal 2 metrdir. Cisim isə 0.5-dən ibarətdir. İndi biz burada nə edəcəyik? Birinci baxım ki, mən linzanın hansı düsturunu götürüb yaza bilərəm. Deməli, toplayıcı linza deyirsə, bizim düstur belədir. 1 bölünsün fokus məsafə bərabər 1 böl cisim üzərinə gəlsin 1 bölünsün xəyal məsafəsidir. Böyüdülmüş deyəndə burada həm bunun yekə F-i, həm cismi, həm də xəyalı hamısı müsbət olacaqdır. Yox, əgərlərim müfhümü desəydi də, yəni burada həqiqi yox, həm də müfhümü xəyal desəydi, onda o zaman böyüdülmüş həqiqi xəyal deyəndə burada balaca f-imiz müsbətdir. Amma böyüdülmüş müfhümü desəydi, bizim buradakı balaca f-imiz minus şəklində olacaqdır. Ona görə burada diqqətli olmaq lazımdır. Belə və salam, indi başlayıram, verilənləri yerinə qoyuram, yazıram. 1 bölünsün fokus məsafə bərabər cisim məsafə 0.5-dir. Xəyal isə 2-dir. İndi bunlara ortaq məxrəc 2 götürəm. 2-ni 0.5-ə bölmək 4-dür. 2-ni də özünə bölmək 1-dir. 4-ü 1-ə vurduq 4, 1-i 1-ə vurduq 1, bu da 5 bölünsün 2 şəklində olur. Yəni elə bil ki, bizim bax son qalan ifadəmiz bu şəkildədir. 1 bölünsün f buradan köçürdürəm, bərabərdir. Bir də 5 bölünsün 2-dən ibarətdir. Buradan da bizə fokusu dedi tapı, yəni yekə f-i tapdı. Fokusu tapanda 2 1-ə çarpaz olur 2, 5 isə məxrəcə düşür, 2-ni də 5-ə bölərəm, bu da eləyəcəkdir 0.4 metrdən ibarət. Santimetrdən verəcəksə bu cavab olar 40 santimetr. Elə santimetrlə verir və cavab olur 49-da A variantı. 50-ci sualımıza baxaq. Bu yanları buradan silək, yer olsun. Deməli, 50-ci sualımızda isə deyilir ki, sarğacdakı cərəyan şiddəti 1.5 amper və ondan keçən maqnit seli 20 V1 olarsa, sarğacın maqnit sahəsi enerjisini tapıram. Cərəyan şiddətimiz 1.5 amperdir. Maqnit seli, yəni F-ni 20 V1 verir. Maqnit sahəsinin enerjisi sualdır. Biz də bilirik ki, maqnit sahəsinin enerjisi Fi bölünsün 2 düsturu var ki, ona yerləşdirək, yerinə qoyaq. Fi maqnit seli 20-dir, cərəyan şiddət 1.5, bir də düstura görə böl 2.
Bu da bizə verir 10 vurulsun 1/5 elədi 15 joule və 50-ci sual D variantına gedəcəkdir. Bu 22-ci dərs maqnit enerjisinin sualı idi. İndi 51-ci sualımıza baxıram. Bir cins maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar istiqamətdə naqildə yaranan induksiya YHG-sinin zamanın asılı qrafiki verilir. Hansı zamanda bu naqilin sürəti modulunun zamanın asılı qrafikinə uyğun gələcəkdir? Öncə mən bunu qısa şərh edirəm, sonra əsl həll yolunu deyəcəm. Biz demişdik ki, maqnit seli ilə yer dəyişmə zamanın asılı qrafikləri eyni şəkildə olacaqsa, onda buradan da elektrik hərəkət qüvvəmizin də sürətlərimizin qrafikləri eyni şəkildə olacaqdır. İndi buradan bax elektrik hərəkət qüvvəsini görəndə bil ki, sürətin qrafikdə yer dəyişmənin qrafikləri eyni şəkildə olacaqdır da. İndi belə olduğu halda biz nə görürük? Görürük ki, burada elektrik hərəkət qüvvə dəyişmir. Onda deməli bunun sürət də dəyişməyəcəkdir. Amma bizə desəydi fini ya da esi yer dəyişməni tap, onda o zaman bizim bu qrafikimiz bu cür şəkildə gəlib olacaqdır. Ümumiyyətlə, elektrik hərəkət qüvvəsi, yəni Y-nin dəyişməsi üçün fi ya artmalı ya azalmalıdır. Ya artırsa belə olar, azalarsa belə xətt üzü aşağıya doğru gedəcəkdir. Bu belə. Və bunu belə dedim, yadda saxlayın. Fis, fısıltı sözdən yadda saxlasın. Bu da nədir? E və F sözdən yadda saxlasın. Elektrik hərəkət qüvvələ sürətlərin qrafikləri hər zaman bir-birinin kopiravatı olur. Yəni, elektrik hərəkət qüvvə nə cürdürsə qrafiki, sürətin də qrafiki o cür şəkildə olacaqdır. Yəni, cavab 51-də C variantına gedir. İndi bunun həll yoluna keçirəm. Deməli, mən görürəm ki, elektrik hərəkət qüvvə zamandan asılı deyil. Niyə görə? Bu düsturumuz belədir. B və L sinus alfa perpendikulyar deyəndə sinus 90 dərəcədir. 90-da 1 olduğu üçün düstur olacaqdır. B və L-dən ibarət. Nə görürəm? Görürəm ki, induksiya YHG-si qrafikdə zaman yoxdur ki, bu gəlsin zamanın asılı olsun. Ona görə bu zamanın asılı deyil. Və qıraqda qalan hansı hərflər qalır burada? B-dir, V-dir, L-dir. Bunlarda sabit qalır. Yəni, sürətdə sabit qalır bu qrafikdə. Ona görə bu qrafikimiz 51-də C variantına gedir. 52-ci sualımızdır. Kütləsi 3 kiloqram olan bir cins çubuq üfüqi vəziyyətdə tarazlıqdadır. Şəkildə verilənlərə görə, baxaq nə deyir şəkildə verilənlərimiz? Dayağın eyni reaksiya qüvvəsi modulunu hesablayacaq. Aha, demək bizə nə deyir? Bax, bu bizim mavi rəngdə olan çubuqdur. Bu çubuğun özünün kütləsini bizə verdi 3 kiloqramdan ibarətdir. Elə olanda onun tən ortasından olan hissəni götürüm. Mən də baxıram neçə damadır? 6 damadırsa tən ortasından götürüm. Bunun ağırlıq qüvvəsi mJ'dir. M 3-dür, J də 10-dursa, 3 ilə də 10 bir-birinə vurulanda bunun ağırlıq qüvvəsi 30 newtondan ibarətdir. Digər yandan da bizə buradan nə veribdir? 2 kiloqramlı kütlə veribdir. Onda bunun da ağırlığı mJ'dir. 2-ni də J-yə vurduq. Bu da elədi 20 newtondan ibarət. Bunu da yazıram belə. Digər də 20 newtonluq. Bax, bu çəki də üzü aşağıya doğru gedir. İndi nə görürəm? Görürəm ki, bizim bu hissəmiz eyni dayaq. Bax, bu nədir? Dayaqdır da, yaşıl hissə, düzdürmü? Dayaqdır. Sonra dayağın reaksiya qüvvəsi buradan çıxır da. Belə olur. Sonra buradan ip görürəm. Deməli, bu bizim T gərilmə qüvvəmizdir. Belə. İndi eyni istiqamətdə olan qüvvələri toplayaram. Yəni, dayağın reaksiya qüvvəsi N ilə T, ipdəki gərilmə qüvvəmiz T ilə yazılır. Bunlar x-ə yuxarı getdiyinə görə N ilə T toplanacaqdır. Digər qüvvələrə baxanda 30 ilə də 20 əksi istiqamətdə olduqlarına görə onlar da 1 toplanacaqdır. Yəni, 30 ilə də 20-ni 1 toplayaram və N dayağın reaksiya qüvvəsi, T gərilmə qüvvəmizdir. Bunlar bərabər 30 ilə 20-nin cəmi 50 newtondan ibarətdir. Bu tərəfini tapdıq. İndi bunları buradan silirəm. Belə, bu şəkildə. Digər yana nə görəm? Bura bizim dayağımızdır. İndi bura bizim dayağımız olduğuna görə onda bunu belə eləyəcəm. Demək, bu hissəni də sildim, çaşdım. 3 idisə bu 30 newtondur, bu da 2-dirsə bu da 20 newton elədi. İndi biz nə bilirik? Biz bilirik ki, momentlər qaydamız nə idi? Qüvvə vurulacaq qüvvənin qolun uzunluğunu. İndi bizim buradan qüvvələrimiz, bax bu qüvvələrdir də. Qüvvələr hardan çıxacaqsa, oradan dayağı, yəni üçbucağa qədər olan məsafə də nəzərə alınacaqdır. İndi belə edirəm. Bu 30 newtonluq qüvvə yazıram ki, buradan belə. Bu aşağıdan yazaq bunu 30, yəni F vurulsun D-dir də, düzdürmü? Qüvvənin buradan 30 vurulsun. D nədir? Məsafədir. Buradan bura qədər olan məsafə. Bu nə qədərdir? 1, 2, 3-dür. Onda vurulacaq 3-ə. Üzərinə gəlinsin. Digəri qüvvəmiz də buradan 20 newtonluq qüvvədir. İndi həmin bu 20 newtondan da dayağa qədər bu hissəyə baxılacaqdır. Yəni 20 vurulsun. İndi məsafəni sayıram.
1, 2, 3, 4, 5, 6. Deməli, buradakı D-də, yəni qolun uzunluğu 6-dır. Vurduq 6 və bərabərdir nə? T gərilmə qüvvəyə baxırsan, onun istiqaməti əksdir. İndi ona görə onu bərabərlik tərəfdən götürürəm. Bu T-də bizim bir qüvvəmizdir. Gərilmə qüvvədə T hərflə yazılır. O qüvvə də buradan çıxdığına görə, onda buradan da bu tərəfdə ayaq aralığındakı məsafəyə baxıram. Demək, 1, 2, 3, 4, 5-dir. Onda bu da vuruldu 5. İndi buradan qalır sadələşdirmə. 30-u 3-ə vurduq 90. 20-ni 6-ya vurduq elədi 120. Bu da bərabər elədi 5-dəyə. 90 ilə 120-ni topladıq elədi 210 bərabər 5-dir. Oradan da t-ni tapanda 210-u böldük 5-ə. Bu da nə qədər elədi? 21-i 5-ə böldü. 20-ni 5-ə bölən 4. Bu elədi 42 Newton. T gərilmə qüvvəmiz 42-dir. Oradan da N dayağı reaksiya qüvvəsini tapanda 50-dən T-ni çıxaram və T-miz bizim 42 elədi. Bu da elədi 8 Newton. Yəni dayağı reaksiya qüvvəsi 8 Newton olaraq sualımız D variantına gedir, çıxır. Sonra baxaq bundan sonraki suala olur 53-cü sual. Demək, burada deyir ki, 1 millimetrdə 500 şırxı olan difraksiya qəfəsinin üzərinə qəfəs səthində perpendikular istiqamət tezliyi 4,5 10 üstü 14 Hz olan monoxromatik işıq dəstəsi düşür. Alınan spektrdə maksimumların ən böyük tərtibini soruşur bizə. Tərtib K hərflə yazılır. Bu deməli 26-cı dərs dalğı optikasının dərsidir. Verilənləri yazıram. 1 mm buradakı verilən uzunluqdur. Zolaqların uzunluğudur. Milli 10 üstü mənfi 3-dür. Bunu götürürəm, yazıram. 10 üstü mənfi 3 metrdir. Sonra burada 500 ştrix deyir. Görsən say deyir. Sayımız yəni n ilə yazılır. Buna yazaram 500. Tezliyimiz neu ilə yazılır. Neu verilibdir bizə 4, onda 5 vur 10 üstü müsbət 10-da 4 Hz. Və nə var? S işığın vakuumdakı sürəti 3 vur 10 üstü müsbət 8 metr saniyə. Və salam K da soruşur. İndi biz nə bilirdik? Biz bilirdik ki, difraksiya qəfəsində periodun düsturu nə idi? D sinus fi K lambda idi. Və o da ki, perpendikular olanda sinus 90-da 1 olduğuna görə elə bu D bərabərdir. K lambdadan ibarət idi. Sonra belə bir düstur demişdim. Bunu yadda saxlayın belə. L bərabər don düsturundan D, N donlar. Nədir? D-ni buradan taparam. D nədir? D bərabərdir uzunluğun n-ə nisbəti. Yəni, bax, buradan D-nin yerinə L bölünsün n yazaram. Belə olar onda. L bölünsün n bərabərdir. K lambdadan ibarətdir. Hələ bütün hərflərimiz tamamlanmayıbdır. İndi nə edirəm? Baxıram ki, bax, L uzunluq var, n uzunluq var, sonra K da var. Lambda yoxdur. Lambda necə çıxardıram? Lambda S ilə new'nun sayəsində çıxacaqdır. Çünki S vakuumdakı sürət bərabər lambda new'dur. Oradan da lambdanı tapanda S böl new'dur. Deməli, lambdanın da yerinə S bölünsün new şəklində yazaram. Onda olar belə L bölünsün n bərabər K durar yerində, lambdanın yerinə S böl new. İndi bizdən nə soruşdu? K-nı tap deyir. K-mız da bərabər olacaq nəyə? Deməli, L new-ya vurulacaqdır. Məxrəci isə n ilə S gəlib düşəcəkdir. İndi isə verilən hərflərimizi yerləşdirək yazaq. Bunu biraz səliqəli yazın. L new sürətdədir və bu ifadə K-yə bərabərdir. L uzunluq verilib bizə 10 üstü mənfi 3. New 4,5 vur 10 üstü müsbət 14. N 500 verilibdir. S isə 3 vur 10 üstü müsbət 8-dən ibarətdir. Belə olduğu halda deməli 5-i 3-ə vurduq. Gəl elə belə vuraq da 5-i 3-ə vuruq. Bu eləyir 15. Buradan yazıram 15. Sonra deməli indi bu üsləri hesablayıram. 10 üstü müsbət 2 ilə 10 üstü müsbət 8 bir-birinə vurulanda bu 10 üstü müsbət 10 eləyəcəkdir. Daha sonra 10 üstü mənfi 3. Bax bu 4,5 var ya, o da 0,1-də. Bu eləyir 10 üstü mənfi 4 və 10 üstü mənfi 4 elədi. 10 üstü müsbət 14 bir-birinə vurulanda bu 10 üstü elədi mənfi, üzr istəyirəm, 10 üstü müsbət 10. Məxrəcimdə də burada 10 üstü 10 var. Bunu da bura köçürdürəm. İxtisar olunacaq. Sürətdə 45-dir. Məxrəcdə 15-dir. 45 ilə də 15 bir-birinə bölünür. Bu da elədi 3. Belə 10 üstü 10'larda ixtisar olunca cavab qaldı K 3-dən ibarət olur. Baxıram 54-cü suala. Bu sualımızda hansı ifadələr doğrudur? Cərəyanı sonsuz uzun düz naqilin yaratdığı maqnit sahəsinin induksiya vektoru naqil və verilmiş nöqtələrin şəkil müstəvisi üzərində olacaqdır. Yaxşı, gəlin belə qəbul edək. Biz görürük ki, cərəyan neynir? Sola doğru axır. Bax, bu cür şəkildə gedir. Cərəyan əgərlərin sola doğru gedirsə, biz demişdik ki, bu belədir.
Sağ əlimizi götürüb bu sağ əl qaydasına görə B-indüksə vektoru nə cür şəklə tapar? Sağ əlimizi götürürük. Baş barmağımız buradan bizim cərəyanın istiqamətini bildirəcək və dörd barmağın bu yandan çıxırsa, bax bu dırnaqlar olan tərəfi belə qəbul. Buralara nöqtədir. Bilək olan tərəfimiz isə bizim x-dən ibarətdir. Və belə x-lərdir. Və salam. Deməli, yuxarı olan tərəfimiz bizim x-lər olasıdır. Aşağı olan tərəflərdə nöqtələr olacaqdır. X-lərin adları bizdən şəklə doğru gedir. Bax, bu L nöqtəmiz oldu nə? X-dir. M nöqtəmiz isə M tərəfimizdə oldu nöqtə. Əgər x-dirsə, bunun adı olacaqdır bizdən şəkil müstəvisinə doğru, nöqtədirsə, şəkildən bizə doğru olacaqdır. Deməli, nə tapıram? Eli x tapmışam, yəni bizdən şəkil müstəvisinə doğru, demək birinci şərt doğrudur. Eli elə tapmışam. İndi onda digər el daha uyğunsuz cavabdır. İndi M nöqtəsinə baxıram. M-i də nöqtə tapmışam şəkildən bizə doğru. M nöqtəsi şəkildən şəkil necə? M nöqtədir də bizdən şəkilə doğru yox, şəkildən bizə doğru, şəkildən bizə doğru. Demək ki, buradan dördüncü şərti götürəcəm. Cavab 1 və 4-dən ibarət olur 54-cü sualımızda. İndi isə baxaq 55-ci suala. 55-ci sual, bu yanları buradan silək. Aha. Bu sualımızda isə bizə deyir ki, kütlə 0,5 kiloqram cisim 6 metr saniyə sürətlə 1 metr radiusla çeviri üzrə bərabər sürətlə hərəkət edir. Zaman 0,25 saniyə ərzində cismin impulsun dəyişməsi nəyə bərabər? İmpulsun özünü demirəm, dəyişməsidir. Yəni delta P-ni bizdən soruşur ki, bu nədir? Verilən fiziki qiymətlərimizi yazıram. Kütlə verilibdir 0,5 kiloqramdır. Sürət 6 metr saniyədən ibarətdir. R radiusumuz 1 metrdir. Zaman 0,25 saniyədən ibarətdir və pi də verilir. İndi biz nə bilərik? Biz ümumiyyətlə, gəl belə eləyək. Buradan sürətdir, radiusdur, zamandır və bir də bu hərflərin yerindən n tapa bilərik. Yəni, dövrlərin sayını. Nətər olar? Mən dövrün sayını neçə bilsəm, onda bilərəm ki, impulsun dəyişimi nədən ibarətdir. Demək, indi gəl baxaq. Bilirik ki, çeviri üzrə bərabər sürətli hərəkətdə sürətin düsturu 2 pi bölünsün perioddan ibarətlidir. Periodun da yerinə zaman bölünsün n yazanda n qalxacaq yuxarıya. Belə, oradan da 2n, yəni dövrlərin sayını tapanda n bərabər dedik nəyə taparıqsa, onun yanındakılar hər zaman düşər məxrəcə. Yəni, 2 pi düşər məxrəcə, v-t isə bir-birinə çarpazı olaraq qalxar yuxarı. İndi v nə qədər? Sürətimiz bizim burada 6-dır. Sürətin yerinə 6 yazıram. Zaman 0,25-dir. Pi-ni bizə 3 veribdir və radius da 1-dir. İndi sadələşdirəm. 2-ni 3-ə vurduq 6, 6-nı 1-ə vurduq 6, 6 ilə də 6 ixtisar olundu. Qaldı n-ə 0,25-dən ibarətdir. İndi bu 0,25 nə deməkdir? 1 bölünsün 4 deməkdir də. Yəni 4də 1 deməkdir. 1-i 4-ə bölündə 0,25-dir. Deməli, buradan gəl belə baxaq. Bu hissəni bir dənə belə bir çevrə çəkirik. Bu olsun bizim çevrəmiz. Bu isə çevrənin 4də 1-idir. Yəni bu çevrənin 4də 1-i gedibdir də. Belə bax, bu hissəsi gedibdir. Buradan bura qədər gedilən hissədir. Buradan bura qədər də gedilən hissə o bizim həm yer dəyişməmiz, həm impulsun dəyişimi bu qədərdir. Biz də bilirik ki, zamanın 4də 1 anında impulsumuzun dəyişməsi kökdə 2 p-dən ibarət olacaqdır. Bunun çıxarılışını mövzu izahında demişdim, hardan gəlir çıxır, ona görə indi yorucu olsun deyə deməyəcəm. Deməli belə, delta P-miz bizim nədir? Kökdə 2 m v-dən gəldi, ibarət oldu. Onda bizə də buradan kökdə 2-ni nə qədər veribdir? 1/4. Yerinə yazıram 1/4. Sonra kütlə nə qədər idi? 1 verilmiş. Kütlə 0,5-dir. Kütlənin yerinə 0,5 yazıram. Və sürətimiz də nə qədər idi? 6 idi, səhv eləmirəmsə. Sürətin də yerinə 6-nı qoyuram. Hə, sürət də 6 idi. Onu da hesablayaq indi buradan biz. Deməli belə, 0,5-i 6-ya vuranda bu eləcək 3, delta P də bərabərdir. 1/4 də 3-ə vurulanda bu da eləcəkdir 4/2-dən ibarətdir. Bu sualımızın cavabı. Bir də bax, bunu belə yadda saxlayanda, bunu belə danışmışdıq mövzu izahında. N 4də 1-dirsə, bu nə deməkdir? Zaman nə idi? Zaman bərabər N T-dən ibarət idi. N-imiz də 4də 1-isə, yəni bu 4də 1 perioda bərabərdir. Yəni zaman neçədə bir period olur olsun,
o hissəyə görə biz impulsun, yer dəyişmənin, sürətin dəyişimi tapacağıq. İmpuls, yer dəyişmə, sürətin hamısının dəyişməsi həmin məxrəcində 4 gördünsə qısacası. Məxrəcdə 4 gördünsə, impulsun dəyişməsi, yer dəyişməsi də, sürəti də hər biri kökdəki 2 qiymətindən ibarət olur. Baxaq 56-cı sualımıza. 56-da düzxətli hərəkət edən iki cismin 1 və 2 təcilləri onlara təsir edən əvəzləyici qüvvədən asılı qrafiki verilir. Deməli, deyir ki, belə bir şərtə görə 90 Newton qüvvənin verdiyi təcili hesablayacaq. Hə, yəni bizdən təcil soruşulur və deyir ki, qüvvəni də verirəm sənə 90 Newton. Onda belə çıxır ki, mənə lazımdır buradakı kütləni tapmam. Sonra da A də bərabərdir F bölünsün M-ə əsasən oradan da təcilimizi çıxarım. Demək, F-imiz var, 90 Newtondur. Qalır bir dənə kütləmizi tapmaq. Yaxşı, onda biz nə edə bilərik? Mən baxıram ki, buradan bizim birinci qrafikimiz var. Bu birinci qrafikimizə görə buradan təcilimizi çıxardarım. Daha doğrusu üzr istəyirəm, təcil yox, kütləni. Deyir, şaquli xəttimiz təcildir, üfüqi xəttimiz də qüvvədir də F-imizdir. Belə, birinci təcilimiz bizim 6, buradakı da birinci də ikinci qüvvədə eyni qiymətə malikdir. Demək, belə. İndi bax, biz bu hissəyə baxırıq bura. Demək, indi kütləni tapanda Newton ikinci qanuna görə F bərabər ma olduğuna görə buradan kütləni taparam. F bölünsün A-dan ibarət. Birinci kütləni taparamsa ayaqlarına bunların bir atarım. Birinci görürük ki, qüvvəmiz nədir? 12-dir. Birinci təcil nədir? 6-dır. 12-ni də 6-ya böləndə birinci bizim kütləmiz kənardan yazaram ki, 2 kiloqramdan ibarətdir. İndi isə ikincisinə baxıram. Bunları silirəm. İkinci kütləmizi tapmaq bizə lazımdır. Bu hissədir. İkinci yenə də qüvvəmizlə birinci qüvvələr eyni qiymətə malik olaraq 12 Newtondur. İkinci təcilimiz də 12-dir. İndi ikincini tapmaq lazımdırsa ayaqlarına da bunların ikinci atarım. F2 12, A2 də 12-dir. Buradakı kütləmiz də bizim 1 kiloqramdan ibarət oldu. İkinci kütlə də 1 kiloqramdır. İndi isə mən gətirərəm bu şərtimizi kənardan köçürdüm. M bərabərdir 2M1 üzərinə gəlinsin 5M2-dən ibarətdir. M1 nə qədər idi? 2 kiloqram idi. M1-in yerinə 2 yazarım. Üzərinə gəlinsin 5 vurulsun. M2 nə qədər idi? O da 1-dən ibarətdir. Bunu da sadələşdirəndə 4 ilə 5-in cəmi elədi 9. Demək ki, biz buradan bu kütləmizi nə qədər tapdıq? 9 tapdıq. Kütlənin də yerinə 9 qoyanda 90 da 9-a bölünəndə 10 metr saniyə kvadrat bu sualımızın cavabı eləyir. İndi 57-ci sualımıza baxıram. Uyğunluğu müəyyən edək. Yer səthindən şaquli yuxarı atılan cismin maksimal hündürlüyü qalxana qədər cismin təsirinə ağırlıq qüvvəni sabit qəbul etməli, havanın müqavimət qüvvəsi nəzərə alınmayacaqdır. İndi nə deyir? Deməli, yer səthindən şaquli yuxarı atılan cismin maksimal hündürlüyə qalxana qədər. Aha, demək, indi gəlin belə eləyək. Buradan bir yer səthi çəkirəm, bir planet çəkirəm. Bu göy hissə bizim yer səthimizdir. Buradan bura qədər də bir radiusdur. İndi yer səthdən uzaqlaşdıqca nə görürəm? Hündürlüyümüz bizim buradan artır da və elə olduğu halda indi baxıram nəyə? Sürəti taparam. Sürətin düsturu nədir? V bərabər edir. Ümumdünya cazibə qanunu dərsi 4-cü dərsdir ki, kosmik sürətin düsturunu yazıram. V bərabər edir kök altında Jm bölünsün R-dən ibarətdir. Bu görsən yer səthindən uzaqlaşdı. Yəni yerdən uzaqlaşdı. Hündürlük də gəldi. Yəni təkcə R yox, üstünə hündürlük də gəlindi. Ona görə buradan üzərinə H gəldi. Nə görürəm? Görürəm ki, bunun məxrəci artır. Yəni məsafən yekəlir də, çoxalır. Məsafən onda artarsa, demək sürət neynəyəcəkdir? Sürət burada o zaman azalmış olacaqdır. Bax, burada azalar, sürəti yazıram. Bura sürət nədir? A variantdır. Bunu azalar sıraya götürüb yazıram. Daha sonra indi təcillə baxıram. Təcilimiz bizim burada deməli, təcil dəyişməyəcəkdir. Amma sərbəst düşmə təcilin düsturu belədir. Jn bölünsün R-in kvadratı və yaxud R üstəgəl H-ın kvadratı idi. Sərbəst düşmə təcili artar. Sadəcə bu təcilimiz bizim dəyişməyəcəkdir. Dəyişmir. Bunun B variant bura yazıram. Yer səthdən nəzərən potensial enerjimizə baxıram. Potensial enerjimizdə Y potensial bərabərdir. mg H-dan ibarətdir. Ona görə buradakı bu potensial enerjimizdən artan hissəyə gedir. Niyə görə? Getdikcə axı hündürlüyümüz bizim artır. Hündürlük artarsa, deməli, potensial enerji artır. Yəni, məsafən getdikcə artır da, çoxalır. Buna görə potensial enerji artır və bu C variantı artar sıraya gedəcək. D-yə baxıram.
tam mexaniki enerji. Demək belə qəbul edin də. Biz bilirik ki, potensial enerji ilə kinetik enerji bir-birinin tərsindir. Yəni bax, potensial enerji artır, yuxarı getdikcə sürət yenə də azaldır. Sürətin də azalırsa, onda deməli nə olur? Kinetik enerjimiz də bizim azalır. Kinetik enerji azalır, potensial enerji artdığına görə tam enerji dəyişməz. Səbəb isə kinetik ilə potensialın cəmidir. Deməli, kinetik azaldı, potensial artdı. Nəticədə tam enerji sabit qalacaqdır, dəyişməyəcəkdir. Ona görə tam enerji dəyişmir. Bura D variantı yazıram. Kinetik enerjimiz də hansı sıraya getdi? Azalan sıraya getdi. Azalar. Onda haradır? Haradır? Bura D'yə. Bir nə tapıram? Birinciyə C tapıram. İkinciyə A D tapıram. Üçüncüyə də burada mən nə yazmışam? D hara getdi? Y yazmaq istəmişəm. Üzr istəyirəm. Burada yazmalıyam ki, deməli, kinetik enerji Y variantdır. Azalır sıraya gedir. Belə. Aha. 1 C'dir, 2 A Y'dir və 3 B D-dən gəldi, ibarət oldu. Belə, bura Y getdi. Aha. İndi 58-ci sualımıza baxıram. 58-ci sualda qüvvə xətləri təsvir olunmuş elektrostatik sahədə müsbət yüklü zərrəcik göstərilən istiqamətdə necə hərəkət edəcək? Aha, bu müsbət yüklü zərrəcik, gəl sizə belə yadda salaq da. Bir cins qüvvə xətlərimiz elektrik sahəsi nəcrüydür. Müsbətdən mənfiyə doğru bu cür şəklə gedir. Bu bir cins sahədir. Amma bu isə qeyri bir cins sahədir. Buradan bu cür şəklə. Bir cins odur ki, harada nə qədər nöqtə verirsin, oradakı bütün intensivlər bir-birinə bərabər idi. Amma qeyri-bir cinsdə elə deyil. Amma sadəcə yadda saxlayırıq ki, bunun qüvvə xətləri nə edir? Müsbətdən mənfiyə doğru belə gedir. Bizim hədəfimiz hansı yük olacaqdır? Bax, buradakı yükümüzdür, müsbət yükümüzdür. Yəni, bizim hədəfimiz bu müsbət yükdür. Deməli, mənfi bu tərəfə fikir vermək və nə edir? Buradan da digər yana müsbət yüklü zərrəcikdir. V sürəti ilə gəlir. Buna doğru. İndi mən onun artıb azalan tərəfini mövzu izahına demişdi, hardan baxacaq? Sürət tərəfdən biz buna yanaşacaq. Və sürət tərəfdən yanaşanda görürsən, getdikcə bu müsbət yük, göy müsbət yükə, qara yük, qara müsbət, göy müsbətə yaxınlaşır. Nə olur getdikcə? Məsafə yavaş-yavaş qısalır. Məsafə azalır. Məsafə azalanda Kulon qüvvəsini yadımıza salıram. F bərabər K, Q1 vurulsun Q2 bölünür R-in kvadratda. Məsafə azaldığından burada qüvvə artır. Qüvvə artdığına görə F də bərabər MA olduğu üçün qüvvə artarsa, deməli təcil də artar. Çünki bunlar bir-birlərinə düz asılıdır. Onda bunun adını qoyuram ki, artan təcil. Bu hissəsini yazdım. Yavaşlayan və yaxud da yeniləşən tərəfini tapmaq üçün sürətlə qüvvələrin istiqamətinə fikir vermək lazımdır. Əgər sürətlə qüvvə eyni istiqamət olacaqsa, yeniləşən əks olacaqsa, yavaşlanır. İndi mən nə görürəm? Mən görürəm ki, bu müsbət ilə bu müsbət ikisi eyni işarəli yüklərdir. Eyni işarəli yüklər bir-birlərini itələyər. Onda elə olduğu halda bu qüvvə bu yana doğru gedir və nə görürəm? Görürük ki, sürət ilə qüvvə bir-birinin əksidir də, arada 180 dərəcə bucaqdır. Deməli, əksdir. O zaman sürətlə qüvvə əksirsə, hərəkət olacaq, yavaşlayan hərəkət. Artan təcillə yavaşlayan hərəkət olur bu sualımızın cavabı. Daha sonra 59-cu sualımıza baxıram. 59-da x9 üzrə harmonik rəqs edən 400 qram kütləli cismin koordinatın, yəni x-in zaman, yəni t-dən asılı qrafiki verilir. Cismin tam mexaniki enerjisini tapacaq. Tam mexaniki enerji bərabərdir sualdır. İndi verilən fizik qiymətlərimizi çıxaraq görək ağlımıza nə gəlir? Kütlə bizə buradan M verilibdir 400 kiloqram. Bunu 1000-ə bölmək lazımdır, kiloqrama çevirir. Bu da eləyir 0, onda 4 kiloqramdan ibarətdir. Daha sonra bizdən buradan baxıram ki, lap kənar hissələr şaquli xəttdə verilən fizik qiymətlərimizin maksimum qiyməti olur. Yəni, onda belə çıxır ki, buradakı x-imiz də bizim 40 santimetrdir. Bax, buradakı vahiddə santimetr verirsə, demək ki, bunu da 100-ə bölərəm. Bu da eləyəcəkdir, metrə çevirmək üçün də elədir 0,4 metrdən ibarət. Daha sonra biz demişdik ki, belə olduğu halda üfüqi xətlərdə nəyə bildirəcək? Oradan periodumuzu çıxara bilərəm. Period da 4 addımla tapılacaqdır. Deməli, bura bizim 1 addım, bura 2-ci addım, bura 3 və bura 4. 4-cü addım bizim periodumuz olur. Nə qədər? O da 0,4 saniyədən ibarət olacaq. Burada vahidi saniyə şəklinə verilib. Aha. İndi mən nə görürəm? Mən görürəm ki, burada M var. Deməli, onda mən tam enerjinin düsturunu nə ilə yazaram? Kinetik enerjimizin düsturu var. MV kvadrat bölünsün 2. Sadəcə tam enerjimiz yazacağımsa, onda burada sürət yox, sürətin maksimumu yazaram. Tam enerjilər bütün hərflərin maksimum, yəni pik nöqtəsidir də.
Belə, yaxşı, əlimizdə M var, kütlə var da, bu heç var. Bəs sürət nətər çıxarır? Sürətimiz də demişdik ki, mexaniki rəqslər və dalğalarda sürətimizin düsturu belə idi. V bərabər idi. Omega xm-dən ibarət idi. Bax, bu düstur çevrədə belə idi də, omega r idi. Oradakı r-i mexaniki rəqs və dalğalarda xm ilə əvəz edəcək. Daha sonra periodumuz var deyəm. Omeganı da yerinə yazaram. 2 pi bölünsün period vurular xm-dən ibarət. İndi gəl kənardan buradan sürətin maksimum qiymətini hesablayaq. Pi bizə verilibdir 3. Pinin yerinə 3 yazaram. X'imiz 0,4'tür. Periyodumuz da elə 0,4'tür. Və oradan da 0,4'ləri ixtisar olunur. 2-ni də 3-ə vuranda sürətin də maksimum qiyməti gəldi ilə də 6 metr bölünsün saniyədən ibarət və salam. İndi verilən fiziki əməklərimizi yerləşdirəm. Kütlə 0,4 bölünsün 2, sürət də 6'dır. 6'nın da kvadratı belə. 0,4 ilə 2 ixtisar olunanda bu elədir 0,2. 6'nın kvadratı elədir 36 və 0,2 də 36'ya vurulanda bu 7,2 joule sualımızın cavabı eləyir. İndi isə 60-cı sualımıza baxıram. 60'da isə verilmiş şübhəli ideal qaz əvvəlcə izobar soyudulur, sonra izotermik genişləndirilir. Bu prosesləri qaz molekulların konsentrasiyasının, yəni N-in temperatur, yəni T-dən asılılıq qrafikində quracaq və müvafiq düsturlardan istifadə edərək cavabımızı əsaslandırırıq. İndi bu bizə nə deyir? Deyir ki, buradan konsentrasiyanın N-in T-dən asılılıq qrafikinə görə əvvəlcə izobar soyudulur. Yəni birinci proses izobar soyudulur. Bunu yazıram belə. İzobar soyudulma nə deməkdir? İzobar sözünün mənası təzyiqin konstant olmağı deməkdir. P konstantdır. Soyudulma sözünün də mənası temperaturumuz bizim azalacaqdır. İkinci qrafik isə izotermik genişlənmədir. Bunu da yazıram belə. İzotermik genişlənmə deyirsə, köçürdək bura. İzotermik genişlənmə. İzotermikdə demişdik temperatur konstantdır. Genişlənmə sözündə mənası həcmin artımı olacaq. İndi gəl birinci qrafikimizi icra edirik. Biz demişdik ki, hansı hərf sabitdirsə, xətt ona perpendikular gedir. Mən baxıram, amma burada n var, t var. Deməli, təzyiq yoxdur. Onda biz bunu nə cür taparıq? N ilə t-nin asıllıq əlaqəsini çıxardarıq. Düsturumuz da belə idi. Bax, dedi, bunları əsasən düsturlarımızda müəyyən edir. Birinci şərtə görə düstur nədir? Birinci şərtimizə görə düsturumuz budur. P bərabərdir n k t-dən ibarətdir. Oradan n-i taparam. N-imiz bərabərdir. P bölünsün k t-dən ibarətdir. Nə görəm? N konsentrasiya temperatura tərs asılıdır. Buna görə tərs asılımızın qrafikini belə çəkirəm. Bax, kənarda qalan təzyiq bu xəttimizdə P-nin konstant olmağıdır. Temperatur azalırsa, tərs asılıq qrafikimiz o zaman azalmalar xətt ondan uzaqlaşır. Bax, temperatur azalarsa konsentrasiya artır. Tərs asılıqda hansı fiziki əməd artarsa o xona doğru gələr və nə olur? T-dən uzaqlaşır. Bunu belə yazsaq. Bu bizim birinci mərhələmizdir, yəni birinci prosesimizdir. İndi isə ikinci vəziyyətə baxıram. Temperatur konstantdır. Temperatur konstantdırsa biz dedik ki, hansısa fiziki əməd konstantdırsa xətt ona gedəcəkdir. Yəni bax, temperaturu ya belə götürəcəm, ya da belə. Bu ikisindən birini götürəcəm. İndi baxım görüm hansı qrafikimizi götürürəm. Bu yazıları buradan silirəm. Düsturları siz özünüz orada belə qeyd etməlisiniz. İkinci şərtdə T konstantdırsa dedik, ya mən buradan qara xəttimi götürərəm, ya da yaşıl xəttim. Görəyəndə hansını götürmək uyğun olacaqdır. Baxıram ki, bizə genişləmə dedirsə, bu həcmin artımıdır. Temperatur dəyişim, onu mən nə artıra bilərəm, nə azalda bilərəm. İndi konsentrasiya fokuslanıram, yəni n. Konsentrasiya ilə həcmin əlaqəli düsturu belədir. Sayın həcmi olan nisbəti və baxıram ki, konsentrasiya həcm bir-birindən tərsdir. Həcm artarsa, deməli konsentrasiya azalır. Konsentrasiya azalırsa, onda mən gərək belə bir qrafik götürüm və bu qrafiki də üzü aşağı doğru çəkim, oxumuz belə aşağı doğru geçsin ki, çünki o xətti konsentrasiyanın üzərinə köçürdəndə konsentrasiya sıfıra yaxınlaşsın ki, o da onun azalmağını vermiş olsun bizə. Mən indi nə cür çıxardıram qrafikimizi? Öncə birinci qrafikimiz bizim belə gedir, ikinci qrafikimiz isə bizim bu cür şəkildə üzü aşağıya doğru getdi. Temperatur konstantı xətt ona perpendikular gedir, konsentrasiya azaldığına görə də ox üzü aşağıya doğru gedəcəkdir. Bu da bizim 60-cı sualımızın həlli bu şəkildə olacaqdır. İndi isə 4-cü qrupların sualına baxırıq. 4-cü qrupda qapalı sualda bir dənə fərqli orada sual var idi. Bu idi 74, yoxsa 74 ilə birinci qrupda da eyni idi. Necə idi bu? Bax, oxuyaq. Bir işığın tezliyini, yəni neonu deyir ki,
konstant ilə sabit saxla, verilmiş metal üzərinə düşən işığın tezliyini sabit saxla. İntensivliyi 2 dəfə artıranda maksimal impuls necə dəyişir? İşığın intensiv deyəndə i-dir. Deyir, i-ni 2 dəfə artıranda impuls necə dəyişir? Demişdik ki, din sözlə bunu yadda saxlayır. Din nə idi? Din doyuma cərəyan şiddət intensiv n fotonlarınsa bu fiziki kəməklərin üçü ancaq artacaqdır da. Yəni doyuma cərəyan şiddət intensiv n. Yəni bunlar artarsa artar, azalarsa azalar, dəyişməsə dəyişməz. Amma bu maksimal impulsu soruşur. Maksimal impuls dəyişməyəcəkdir. Yəni cavab B variantı. Ancaq bu üç hərf bir-birlərindən yalnız asılıdır. Yəni başqa digər fiziki kəmət bu qrupun içinə daxil olmayacaq. Hə, bu eynən elə birinci qrupda da eynən həmin sual idi. Burada hansısa fərqli bir sual var idi. Deyəsən 75 idi. Hə, bu idi, bu sual idi. Burada deyir ki, hansı proses verilmiş kütləli qazın izoxor soyulmasına uyğundur? İzoxorda x sözünü dedik, bax bunu nə bil bir tərəfi digəri V-yə oxşur da. V sözünü yadda saxlayıram ki, V konstantdır, yəni həcm dəyişmir. Həmçinin həcm dəyişməyəndə həm də bunun sıxlığını, həm də konsentrasiyanın səbəbini də izahda vermişdim ki, nəyə görə bunlar dəyişmir üçü də. Soyunma dedikdəsə, bu da temperaturu nədir? Azalmağıdır. Belə. İndi mən nə görürəm? Görürəm ki, şaquli xəttdə konsentrasiyadır. Konsentrasiya nədir? Sabitdir. Deməli, xətt konsentrasiya sabit gedir. Bu qrafikin birini götürəcəm. Ya mən buradan göy qrafiki götürərəm, ya qırmızı qrafiki götürəcəm. İndi baxaq hansı uyğun olar. Temperatur azalır. Hansısa fiziki kəmət azalarsa, onda bu oxumuz bizim bu cür şəkildə gedər. Yəni ox bu yana doğru getməlidir. Çünki bax mən bu oxu 1-dən 6-ya gedilən oxu temperaturun üzərinə köçürsəm, nə olur? Temperatur sıfıra doğru yaxınlaşır. Deməli, temperatur azalır. Sıfıra doğru yaxınlaşarsa azalar və qırmızı xətti götürsəm, görsən sıfırdan uzaqlaşır. Onda bu temperaturun artımıdır. Amma bizə azalmaq lazımdır. Ona görə mən buradan 1-6 aralığın 75 D variantını götürəcəm. Çünki həm də konsentrasiya sabitdir axı, xətt ona perpendikulyar şəkildə getməlidir. Belə. Buradan baxın, digər suallarımız amma demək olar ki, hamısı buradan eyni idi də. Bax, buradan bunu indicə çıxartdım. Bu eyni idi. Sonra 77-ci sualı da gərgini çıxartmışdıq. O da var idi. Birinci qrupda da eynən həmin şəkildə idi. Bu sualımız eyni ilə həmin 82 də var idi. Bunu da izah etdim. Bu da var. 86-cı sualda bunu da çıxartmışdıq. Bəli, bu da var idi. 87 də eynən həmin sual idi. İndi isə situasiya sualına baxaq. Bu sualda deyilir ki, şagirdlər eyni kolbalardan birinə 1 kiloqram kütləli su, digərinə 1 kiloqram kütləli bitki yağı töküb gücü 1000 watt olan eyni, görək nə deyir burada? Eyni qızdırıcılar ilə 20 C dərəcədən 70 C dərəcəyə qədər qızdırılır. Müşahidə olunanda bitki yağının temperaturu sudan daha tez 70 C dərəcəyə çatdı. Suyun xüsusi istilik tutumu 4200-dür. Bitki yağının xüsusi istilik tutumu 1700-dür. Qızdırıcıda ayırılan istilik miqdarının hamısının mayələrin qızmasına sərf olunduğunu qəbul etməli. Ümumiyyətlə, gəlin bu verilənləri yazaq, görək ağlımıza nə gələcəkdir. Demək, kənarda yazıram ki, suyun xüsusi istilik tutumunu bizə 4200 veribdir. Bitki yağının da xüsusi istilik tutumu 1700 idi. Güc orada, yəni P ilə yazılır ki, bunu bizə 1000 wattla verildi. Həm suyun buradakı kütləsi 1 kiloqram verildi, həm də bitki yağının da kütləsi 1 kiloqram olaraq verildi. Eyni qədər də qızdırılıbdır. Yəni həm su, həm də bitki yağı 20-dən 70-ə qədər gəlibdir. Yəni indi bunu belə götürək də. Bunun burada temperatur dəyişimi delta tezi dedik ki, sondan başlanğıclarda T2-dən T1 çıxır. Yəni temperatur dəyişimi də 70-dən 20 Selsi dərəcəni çıxanda bu da 50 Selsi dərəcə eləyir. Yəni nə dedi? Eyni qədər qızdırma dedi. İndi sözün ifadəsi digər tərəfə düşüb. Eyni qızdırıcılar. Yəni temperatur dəyişimi bizdə burada eyni şəkildə olacaq. Eyni nə qədər? Yəni fərqi isə delta T'si 50 Selsi dərəcə olur. Bu belə. İndi verilənləri yazıq görək ki, 88-ci sualda bizə nə deyir? Bu sualda deyir ki, mayələrin kütləsinin temperatur dəyişməsində eyni olmasına baxmayaraq biz də bildik eynidir. Bitki yağının 70 Selsi dərəcəyə daha tez çatmasının səbəbini müvafiq düsturlarla yazmalıyıq. Aha, indi gəlin belə yazaq. Buradan biz nə görürük? Gördük ki, buradan bizə dedi ki, bax bu həm suyu da, həm bitki yağını qızdırıldı. Qızdırılma deyirsə və eyni dəyişim deyirsə, deməli temperaturu da burada eynidir. Qızdırılma deyəndə düsturumuz bizim bilirdik ki,
Q bərabər idi Cm delta T'dən ibarət. İstər qızma deyilsin, istər soyuma deyilsin. Hər zaman Cm delta T şəklində yazılacaqdır. İndi gəl beləyək. Biz birinci həm suyun istilik miqdarını tapaq, həm də bitki yağının istilik miqdarını tapaq. Sonra baxaq ki, bunlar hansı bir-birindən daha tez, daha çox böyük, çox qızmış olacaqdır. İndi mən əgər burada su yazacamsa, bu xüsusi istilik tundayağına su yazacağım belə. Həmçinin bu birisinə də bitki yağı yazmışamsa, onda buna da bitki yağları yazılacaqdır. Belə, indi gəl verilənləri yazaq buradan, hesablayaq. Suyun xüsusi istilik tutumu 4200-dür, değil mi? Görürük də buradan 4200-dür. Bunun yerinə 4200 qoyuram. Sonra suyun kütləsi 1 kiloqramdır, yerinə 1 kiloqram qoydum. Temperatur dəyişimi 50 Selsi dərəcədir, bunu da yazdıq. Bu da neyinir? 42-ni buradan 5-ə vuranda 210, yanına da 3 dənə sıfır atıram. 1, 2, 3. Bu da elədi 210 min. Başqa sözlə buna 210 kilojoule şəklində yaza bilərəm. İndi bitki yağını hesablayıram. Bitki yağının xüsusi istilik tutumu 1700-dür. Buna 1700 yazaram. Kütləsi buradan verilibdir 1 kiloqram, yəni eyni qədər verilmişdir. Bir də temperatur dəyişimi onsuz da 50 Selsi dərəcədir. Hər ikisində eyni temperatur dəyişimi oldu. Bu da nə qədər edir? Deməli 17-ni 5-ə vuranda demək 5, o da 3 yadda 85, yanına da 3 dənə 0 var. 2, 3, 85 min eləyəcəkdir. Başqa sözlə bu da 85 kilojoule deməkdir. Yəni onda belə çıxır ki, biz də nə görürük? Ən çox olan burada suyun istilik miqdarı 210 kilojoule, digəri bitki yağı 85 kilojouledur. Onda suyun istilik miqdarı bitki yağının istilik miqdarından daha çox olacaq. Çünki aydın da görünür ki, 210 85-dən buradan böyük olacaqdır. Daha sonra buradakı şərtimiz nə idi bizim? Daha tez çatmasının səbəbini müvafiq düsturlar yazacaq. Deməli, orada bizə bir də eyni güc demişdir. Gəl təzədən bir də şərtə baxın. Nə demişdi buradan? Hə, gücü demək bizə veribdir. Burada 1000 wattdır. Kütlələrimiz də verilibdir. Aha, deməli, indi biz bilirik ki, gücün hansı düsturu var? Gəl yadımıza salaq. Demək, gücün, yəni P bərabər idi. İş bölünsün zamandan ibarət idi. Bu belə. Buradan da, bax, işdir, istilik miqdarı. İstilik miqdarı nədir? Cismin aldığı və yaxud da verdiyi bir enerjidir. Ona görə buradakı işin yerinə elə Q-nü də yaza bilərəm. Yəni, o da bizə deyir ki, daha tez çatma zamanı soruşur da. Gəl onda o işin yerinə Q qoyaq. Oradan zamanı tapaq. Zaman bərabər idi. İstilik miqdarı bölünsün gücdən ibarətdir. İndi mən bunu öncə suyun zamanını tapacağım. Ayaqlarına bunu su atacağım. Deməli, biz nə tapdıq? Suyun istilik miqdarını buradan tapmışıq ki, bu 210 kilojoldur. Bax, suyun yerinə buradan 210 min kilojol qoyacağım. Kilo da 10 üstü 3'dür. Ya da elə 1000 yazıram buradan. Gücü də onsuz da bizə 1000 vermişdi. Buradan da 1000 yazanda bu 3 dənə 0 ixtisar olunur. Buradakı suyun zamanı da gəldi elədi 210 saniyədən ibarətdir. Qoy bunu kənardan yazım. Sudakı olan zaman 210 saniyədən ibarət olacaqdır. İndi isə bitki yağı üçün yazıram. Yəni gücün, istilik miqdarının gücə olan nisbəti. Bu da ayaqlı bitki yağı. Bitki yağının da istilik miqdarı 85 mindir də, yəni 85 kilojoldur. Bunu da yerinə yazırım. 85 min, güc də mindir. 3 dənə də sıfırımız ixtisar olundu. Bu da elədi 85 saniyə. Yəni indi buradan da görürəm ki, bu bitki yağının da zamanı 85 saniyədən gəldi ibarət oldu. Bu da bu cür şəkildə tapılacaqdır. Daha sonraki sualımıza baxıram. 89'da bitki yağının temperaturunun 70 Selsi dərəcə suda neçə saniyə tez çatdığını hesablayın. Biz onsuz da burada nə? İncə bu sualda zamanlarımızı çıxartdıqda suyun zamanı elədi 210 saniyədən ibarətdir. Bitki yağının da zamanı bu da 85 saniyə elədim. Görüm düzmü yadımda qaldı. Birdən səhv yazaram. Baxaq bir dəqiqə. 85 saniyədir. Bəlidir. Burada su 210, bitki yağı 85 saniyədir. Və bunu yazıq buradan. İndi deyir ki, neçə saniyə tez çatdığını görəcəkdir. Yəni, aradakı fərqi baxacaq da bu. Buradan fərqimizə baxacaq. Deməli, 210 ilə 85 saniyənin fərqi də, bu da bizə nə qədər verir? 5, 125 saniyə. Yəni, 125 saniyə daha tez çatacaqdır. Fərqi bu qədər olur. İndi 90-cı sualımıza baxıram. 90-cı sualımızda
Kəmiyyətlərdə müvafiq qiymətlərin koordinat oxları üzərində göstərməklə 70 Selsi dərəcəyə kimi qızdıranda onun temperaturunun qızdırıcının istilik miqdarının asılı qrafini çəkək. Müvafiq düsturlarda istifadə edilməklə cavabımızı əsaslandıracaq. Gəlin görək nə yaza bilərik biz buradan. Demək, nə ilə nəyin asılılığını dedik? Temperatur ilə istilik miqdarının. Aha, bu tərəf bizdə temperatur, bu tərəfdə istilik miqdarı olacaqdır. Dedik ki, qızdırılma sözünü ümumiyyətlə görəndə hansı düstur yazırıq? Q bərabərdir Cm delta T və yaxud da yekə T böyükdür balaca T yazılacaq. Buradan da biz görürük ki, bu zamanla istilik miqdarı bir-birindən düz asılıdır. Amma öncə temperatur 20 idi, sonra gəldi oldu 70. Deməli, onda bunu belə yazıram. Buradakı temperatur 20-dir və sonra nə oldu? Gəldi oldu 70. Bax belə. Sondakı bu da nəyi bizə dedi? Üzərində işarəti diqqətlə oxuyun. Su dedi də deyəsin, səhv etmirəmsə. Qiymətlərin müvafiq qiymətlərin oxları üzərində hə suyun. Suyun deməli biz bayaqlarım istilik miqdarının 210 kilojoule şəklində tapmışdıq. Onda suyun da istilik miqdarını 210 kilojoule yazıram. Bu da belə. Bu da temperatur Selsidir. Və belə olduğu halda da biz bilirik ki, istilik miqdarı buna düz asılıdır. Amma sıfırdan gəlməyib də, 20-dən gəldiyinə görə onda bunu bu cür şəkildə qrafikini çəkəcək və bunların da bu aralığın bu şəkildə belə birləşdirəcək. Yəni, buradakı temperatur 20-dən 70-ə qalxıb, bu 20 ilə 70 aralığındakı da suya görə buradakı istilik miqdarımız 210 kilojoldan ibarət olacaqdır. Yox, əgərlərim bitki yağına görə desəydi, bitki yağında bunun istilik miqdarı 85 kilojol idi. Onda bu hissəsinin sadəcə 85 kilojol yazılacaqdır. Beləliklə, suallarımızın sonuna gəlib çatdıq. Ümid edirəm, izahlar sizə aydındır. Belə videolarımızın davamına gəlməni istəyirsinizsə, mənə dəstək olaraq videonu bəyənib, paylaşır və həmçinin öz fikirlərinizi rəy bölümündə yaza bilərsiniz.